Yəni 250-ni keçməsin çox. 100-lər, 150-lər yaxşı. Yox, 400 salınır. 400-100-ə qədər düşər. Dostlar, salamlar. Xoş gördük və bugün yenə Əlinin diaqnoz qoyulması prosesində deyəsən saat vermişik. Bizim qonağımız doktor endokrinoloq Fərhad Burzidir. Fərhad bəy, xoş gəlmisiniz. Xoş gördük Tural bəy, Əli bəy. Sizi görməyə və sizinlə bir podkast paylaşmağa çox şadam və sizinlə çox maraqlı bir müsahibə olduğuma bu gün çox şadam. Əminəm ki, yararlı olmağa, siz həkim olmaq yararlı olmaq deməkdir. Xidmət sahəsinin məncə düşünürəm ki, üstü həkimlikdir də. Çünki bir bərbər kimi və ya bir digər sahələr kimi və biraz bəlkə də ilk dövrlərdə həkimlər bəzən məsləhət verməkdən belə hər yerdə ondan soruşurlar, toyda, yasda, amma müəyyən şey keçəndən sonra sən artıq xoşbəxt olursan. İnsanlar səndən nəsə soruşanda sevə-sevə anlatırsan ki, yəni sən yararlı oldun. Yararlı olmaq bir eşqidir əslində həkimlik. Amerikada bir araşdırma aparmışlar ki, bir insan həkim olmazsa, həqiqi həkim olmazsa rahib ola bilər. Başqa heç nə ola bilməz. Yəni insanlara inşallah insanlara bir nəyinsə yardımçı olarıq və onları bir doğru sağlamlıqları əlaqədar doğru yola çəkərik. Doktor, bu qida keçirməzliyi məsələsi var. Biz Əli ilə getmişik, bir test vermişik. Testdə göstərir ki, məsələn, mənə göstərib ki, düyü məndə olmaz, 6 ay rasiondan çıxmalıdır. Əlidə göstərib ki, olar. Mənə yaşıl çay, mənim ən çox içdiyim yaşıl çaydır. Gündəlik olaraq bir 500 millilitrə qədər də, belə deyək, içirdim. Səhər, günorta və axşam rasionumda var idi yaşıl çay. Deyir ki, yaşıl çay olmaz, qara çay olmaz. Kofe olmaz. 2 gündür kofeni dayandırmışam. Başım yəni ağrıyır. Yəqin ki, sabaha doğru gedəcək. Çünki mən bir dəfə də belə kofeni dayandırmışdım və başımda bir ağrı var idi. Sonra isə sakitləşdi, heç belə yadıma da düşmədi və s. Belə bir şey var ki, qida keçirməzliyi ki, yəni sən bunu yeyə bilərsən, bu sənə zərərdir, bu səni kökəldir və bu sənin bədənində stres yaradır və s. Gəlin birinci Coviddən danışım sizə. Qəhvə hastalığı deyə bir xəstəlik var və artıq istifadə olunduğu zaman qəhvə çox istifadə olunan bir xəstəliklər var. İnsanlarda xəstəliklərlə rastlanır. Burada sümük əriməsindən tutmuş bir çox damar patologiyası da var. Son illərdə amma gastroenteroloqlar nədənsə sirroz, presirrotik xəstələrə qəhvə tövsiyə edirlər, amma biz çox da müsbət baxmırıq. Bu məsələnin birinci tərəfi. Amma qəhvənin içində kofein var. Enerji içilərin içində kofein var. Kofeini içirsən qısa müddətdən sonra həyat keyfiyyəti. Yəni biz ölçümüz var, quality of life goal deyirik. Yəni onu normalda çox gözəl şəkildə qaldırır. O nədir ölçü? Həyat keyfiyyəti, koqnitiv funksiyaları qabiliyyəti. Hansı ki, onu istifadə etdiyin zaman o rəqəmləri təxminən ortalama bir göstərici verir insana ki, sənin iş qabiliyyətin bu qədərdir. Məsəl üçün mən indi düşünürəm, səhər-səhər durmuşam, işə gəlmişəm. İş qabiliyyətim səhər-səhər saat 9-da hardasa 5 ballardaydı. Biraz çay içdim, 6-7-yə çatdı. Biraz işə qarışdım, 9-lardaydı. Bir qəhvə aldım ki, biraz daha toparlasın. Çünki daha interaktiv bir müsahibə olacağını, podkast olacağını düşünürəm. Ona görə full eləməyə hədəfləmişəm. Ona görə bir qəhvə aldım. Normalda çox da ehtiyacım yoxdur əslində. Ona görə hər bir kəs iş keyfiyyətini artıracaq müəyyən qidalar istifadə edə bilər. İrəliləyən dəqiqələrdə mənim inşallah hədəfim var ki, iş qabiliyyətini artırmaq üçün inşallah daha başqa tövsiyələr də sizə verəcəm. Bu məsələn bu tərəfi. Bir insan Azərbaycanlı, məsələn Azərbaycandan danışaq da, Azərbaycanda Abşeron yarımadasını götürək. Abşeron yarımadası şimalda yaşayanlar, cənubda yaşayanlar, qərbdə yaşayanlar, hər yerdə yaşayan insanlar var. Hətta adlarını da deyək, nə bilim, Bakılılar, Talışlar, nə bilim, Qarabağlılar, Qazaxlılar, nə bilim, Talışlar, Avarlar, Ləzgilər və hər bir orada yaşayan insanların özünə məxsus həyat və qidalanma tərzi var. Məsələn, belə bir nəzəriyyə var. Hər kəs sağlam olmaq üçün öz babasını yeməlidir. Mənim babam ölüb, Bakıda da bastırıblar, onu burada qurtlar yeyib, onu yağışlar yuyub, onun bədəni burada paylaşılıb, oradan ağaclar çıxıb, oradan balıqlar, bitkilər, heyvanlar və bu ekosistemdə biz sağlam olmağımız üçün biz Bakılılar Bakıda yaşayırıqsa, biz burada olan meyvələri, tərəvəzləri, qida rasionları bizim nənələrimiz indi istər-istəməz biraz matriarxat, biraz yanaşma var istər-istəməz. Nələrimiz görüblər ki, filan kəslər belə yeyiblər min illiklər boyu və onlar o şəkildə
qidalanıblar və ona görə də bizim xəngəllərimiz, düşbərələrimiz daha xırda olub, bizim qutablarımızın xəmiri daha azdır. Məsələn, Qazaxlılar kimi daha çox xəmirli, Qarabağlar kimi çox xəmirli falan qidalar yeməyiblər. Bu bir sağlamlıq istiqamətidir. Nə yeyirsənsə, osan fikri bura gəlir. Yəni insanlar min illiklər boyu görüblər ki, buradakı yaşayan insanlar bunu yeyiblər və bunu yediklərinə görə sağlam olublar və biz də bizim əcdadlarımızın yemək tərzinə uymalıyıq. Biz məsələn qaçqınçılıq falan oldu. Məsəl üçün Ermənistanlılar gəldilər, Bakıda oturdular, öz xəngəllərini yeməyə başladılar. Bu çox da doğru deyil əslində. Hər bir kəs yaşadığı arealın qida rasionuna uyması lazımdır və oradakılar kimi qidalanmalıdır. Son illərdə qeyri-orqanik qidalanma sayəsində insanların o qəbul etdiyi qidalarda məsəl üçün gluten problemi var və s. bir çox məsəl üçün problemlər var ki, ölkəmizdə də bu problem hökm sürməkdədir. Biz məsəl üçün kofe içən bir xalq deyildik. Bəlkə də 20 il bundan qabaq yadınızdadır, Bakıda bu qədər kofe shop yox idi və insanlar heç də bu qədər kofe istifadə eləmirdilər. Və istifadə etmək ehtiyacı da yox idi. Çünki bizim ulu babalarımız falan onlar bilirdilər ki, bizim qəhvə, yəni şeyimizə, ritualımıza, coğrafi şeyimizə uyğun deyil və çox da effektiv olmayıbdı. İndi effektiv olursa, demək ki, qeyri-orqanik qidalanma məcbur eləyir bunu. Əslində yenilənən dünyada budur. Məsələn, İngiltərədə 95-ci ildən 2020-ci ilə qədər araşdırma olub ki, 95-ci ildə onların böyük bir sağlamlıq data analizi var ki, insanlar dəmir defisiti ilə ildə stasionara yatma faizi ilə indiki yatma faizi arasında 500% daha çoxdur. Bu deməkdir ki, qidaların tərkibində olan minerallar, dəmir, fol, B12, sink, maqnezium və s. bunlar kəskin azalmağa meyillidir. İstifadə etdiyimiz qidalar da əslində orqanizmə daxil olan mineralların miqdarını azaldır. Çünki həyat keyfiyyətimizi təsir edən digər amillərdən birisi də dəmirdir. Digər amili, ödəm verən digər amil dəmirdir. Məsəl üçün, iş qabiliyyətini B12 vitamini yetməzliyi varsa, yüzlərdədirsə, iş qabiliyyətin ola bilməz. Sənin huşun yerində olmayacaqdır. Sən ancaq steyklər, nə bilim, oliqarx həyat tərzi keçirdirsənsə, o əti ancaq qızartma yeyirsənsə, bütün günü, nə bilim, zabiqalovkalarda və ya yarım fabrikatlar yeyirsənsə, təbii ki, sənin qanda olan o dəyərlərin yetərsiz olacaqdır. Sən sinki orqanizmə, sən yaşıl qidalara qarşı duyarlılığın yoxdursa, tərəvəzlər istifadə eləmirsənsə, kələmi və digər tərəvəzlər çiğ halda istifadə eləmirsənsə, sənin təbii ki, mineralların düşüngü olacaq, sinkin, maqneziumun düşüyü olacaq və sən hansı iş qabiliyyətini, ona görə də kofe səni xoşbəxt eləyəcək. Kofeni içən kimi damar divarının sərtliyi biraz daha düzənlənəcək və iş qabiliyyətin artacaq. Deyəcək ki, kofe içmirsən, xəstə baxa bilmirəm, başım işləmir. Mövzu budur və ümumiləşdirsəm, biz öz arealımızda olan insanlar kimi qidalanırıq. Yəni qutab yesək o qədər də zərərli olmaz. Qutab yesək o qədər də zərərli olmaz, amma gəncəllərin yediyi bir qutabı yox. Bakıda yaşayırıqsa, bol göyərtili, incə xəmirli, təbii ki, buradakı və ya biz, məsəl üçün, bizi göndərdilər işimizlə əlaqədar Lənkərana. Təbii ki, orada sırdaq yeməyimiz lazımdır, ləvəngini yeməyimiz lazımdır. Yəni, oradakı insanların, oradakı hava tərzin, onlar insanlar böyük, 100 illiklər yaşayıblar, görüblər ki, bunu yeyəndə insanlar daha sağlam olur. Və ona görə də o nəsil onu qida olaraq istifadə edib və istifadə elədiyinə görə də sağlam olublar və övladlar da sağlam olubdur. İlk dəfədir ki, belə yanaşma eşidilir. Sevdim bu. Olduğun yerin yeməyi yedə. Yəni, siz düşünmürsünüz ki, məsəl üçün, hər zaman dediyim bir misaldır. O heyvanların axurunda başda bir duzu qoyurlar. Heyvan, məsəl üçün, ot yeyir və ya nəysə yeyir, gedir biraz da duzu yalayır. Sizcə, heyvan çox mağallıdır, deyir ki, Allah, bir damcı saman yedim, biraz da duzdan yalayım, ləzzətli olsun. Və ya parkda səhər-səhər uşaqlar məktəbə aparım, zabitlər bağında, məsəl üçün, görürsən ki, bir it hansı ot yeyir və ya pişik hansı otu yeyir. Yəni, onlar çox ağıllı varlıqlar deyirlər. Onlar bilmirlər ki, biz gedib filan yeməyi yesək, filan otu yesək, o bizi xoşbəxt eləyəcək və keyfimiz də yerinə gələcək. Və bundan istifadə edən marketoloqları da buna uyğun olaraq təbii ki, iş görürlər. Ona görə də son illərdə xüsusilə də dəmirin, B12-nin, folun yetməzliyi orqanizmdə
ətə meyillilik yaradır. Neftinə qarşı, ondan sonra benzininə qarşı meyillilik yaradır və barbekülü çipslər çıxmağa başlayır. Mineral yetməzliyi, kalsium yetməzliyi olanlar hamilələri görürsüz də divarın əhəngini yeyirlər, qopardıb gizlincə gəlib görürsən ki, 6 aylıq hamiləlik dövründə divar yavaş aboyun alsın yeyib qutarıb yəni. Mən uşaq vaxtı divar yeyirdim. Niyə görə? Ona görə ki, bədəndə kalsium yetməzliyi var və bu kalsium yetməzliyinə marketoloqlar bu səfər pendiri çipsləri çıxardıblar. Çünki bizim dad qabiliyyətimizlə bədən yetməzliyi arasında bir əlaqə var. Və biz o çipsi yediyimiz zaman o bizi xoşbəxt edir. Görürsüz, uşaqlar verirsə tak 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 ötürdü və gedir və durmur, onu çeynəyə bilmir. Və bütün bu şeylər, bütün bu dad və mexanizm arasındakı, yetməzlik arasındakı o əks əlaqə mexanizmi bizi ya həqiqətən sağlam eləyir və ya xəstə eləyir. Biz o yetməzliyə uyğun olan qidaları, məsəl üçün ətə qarşı bir hissiyat formalaşıb, biz ona qarşı bir soyutma ətlər yediyimiz zaman ki, hansı ki, hər zaman xəstələr dediyim bir şey var, mədənizin dişləri yoxdur, o bir emal müəssisəsi deyil. O incə divarlı olan bir orqandır. Siz ora tökdüyünüz qidalar daha soyutma olması lazımdır ki, orqanizm onu əritsin. Və siz yanmadan mədə qoruyucu qəhvə iç, mədən sellik şası pozulsun, mədə qoruyucu istifadə elə. Uzun müddət mədə qoruyucu istifadə edən bir insanın mədəyi turşusu olmadıqdan sonra hansı mineralın qanda səviyyəsindən söhbət gedə bilər? Yəni mineral səviyyəsi aşağı olacaq, su miyərməsi müşahidə olunacaq, osteoporoz müşahidə olunacaq və təbii ki, iş qabiliyyəti də aşağı olacaq. Stressə davamlılıq olmayacaq. Bizim insanın bu dəqiqə ən çox əziyyət çəkdiyi nədir? Yəni sən ona bir azar dediyin zaman o daha stresli olmaması lazımdır ki, ona normal bir reaksiya versin. Yəni sən azar deyəndə durub səni öldürməsin. Ona görə istər nəqliyyatda, istər yolda kimsənin stresə şeyi yoxdur, duyarlılığı yoxdur. Yəni hər kəs bir söz deyən kimi dava eləyir. Çünki bədən defisitdədir, reaksiyalar yoxdur. Doktor, D vitamini məsələsi marketinqdir, yoxsa doğrudan da nə olur D vitamini? Dayanmadan D. D-mi ölçdürdüm, 7 çıxdı məndə. Doğrudan bu qədər vacibdir bu vitamin. D-ni düzəldirsən, deyirlər B12 vacibdir. B12-yi düzəldirsən, deyirlər ki, get, nə bilim, insulinini yoxla. Siz bəlkə siz daha gəncsiniz hər halda. Mən də Sovet uşağıyam, mənim 47 yaşım var. Uşaq vaxtı Sovet poliklinikalarında xüsusi otaqlar var idi. Yeni doğmuş bəbələri poliklinika pediatrları o xüsusi otaqlara gətirməyi xahiş edirdilər və ultrabənövşəyi şüalanma otağı idi. Onların xüsusi açkiləri vardı, onları uzadırdılar və vitamin D üçün orada bir neçə dəqiqə yatırdırdılar. Bu məsələn şəhər yerində, çünki rayon yerində zaten uşaqlar günəş altındadır, küçədədirlər. Bizim istifadə etdiyimiz paltarlar, yəni bunlar günəş keçirtmirlər. Xanımlar son illərdə günəşdən qoruma kremləri var, SPF-lər. Onlar heç bir halda günəşin orqanizmə daxil olmasının qarşısını alırlar və vitamin D əmələ gəlmir. Və biz ofislərdəyik də, qaranlıq otaqlarda otururuq və şüşələrimiz də zatimyonda tündləşdirilmişdi. Yəni D vitamini, iki cür vitamin var da, yağda və suda həll olan vitaminlər, A, D, Y, K yağda həll olan vitaminlərdir. Digərlər hamısı suda həll olan vitaminlərdir. D vitamini yeganə vitamindir ki, həm də hormondur. Həm bayırdan gəlir, həm dəridə əmələ gəlir. Biz bayırdan da qəbul eləmirik. Kimdən soruşsa dəniz məhsulu istifadə eləmir. Amma normalda bizim coğrafiyada, yəni həftədə ən az 2-3 dəfə biz kilkə yərdik. İndi kilkə yemək biraz zapadlıdır əslində insanlar. Niyəsə yemir. Biz Hövsanda bir kilkə zavodu var idi. İyindən oturma olmurdu, amma paçka gətirirdilər, yeyirdi. Kilkə kotleti var idi. Bəli. Yəni hətta o çəkilirdi və yeyilirdi. İndi yemirik. Şəhər uşaqları və varlı olmuşuq biz. Amma təbii ki, D vitamini ilə qədər çoxlu araşdırmalar var. D vitamininin arzu olunan, məsəl üçün D vitaminin qanda 50-dən yüksək olduğu zaman infarkt riski azalır. Və infarkt riski azalır. Bəli. Sualımın canı odur ki, vitamin D yetməzliyini biz cəmiyyət olaraq haqq etdik. Biz elədik. Sintetik paltarlar geyinirik də yox. Kimyəvi, məsəl üçün bizim valideynlərimiz paltarlarımızı sabunla yuvardı. Deterjan falan vurmazlar. Paltaryan maşında indi bu dəqiqə corab, üzr istəyirəm, alt paltar, mayka hamısı bir yerdə yuyulur. Bizim valideynlərimiz onları qaynadardılar. Alt paltarlar, maykalar həftədə bir dəfə qaynayardı. O fərqli kimyəvi maddələrdə də deyil.
yalnız sabunda qaynayardı. Bəzən uşaqların əl üzünü silmək üçün isə pamazik, bilmirəm pamazik nədir, pamazik parçadan silərdilər. Təbii ki, ximikatlardan, kimyəvilərdən, chemicaldan daha uzaq bir iqtisadi inkişaf bizi əslində xəstəliklərə doğru sürükləyir. Bax budur. Bəlkə amış olaq, bilmirəm. Amma həm də iqtisadi inkişaf ömrümüzü uzadır da doktor, yox. İqtisadi inkişaf o paradoksda da qalıram hərdən ki, məsələn iqtisadi inkişaf olmasa biz insan ömrünün ortalamasını da qaldıra bilməzdik də. Yoxsa biz məsəl üçün mən institutda oxuyanda 95-ci ildə tibb institutuna daxil olmuşdum. Kimsə desəydi ki, bir insan 28 yaşında infarkt olub ölüb, yəni bu arzu olunmazdı. Azərbaycanda insanlar 50-60 yaşlarında infarkt olurdular. Yəni bu qədər erkən deyildi. Bunu anlamağımız lazımdır. Ki bir dəfə bir xəstəm sual verdi. Əslində komment, aqressiv bir komment yazmışdı ki, bu nə deyə siz deyirsiniz, qoyun əti olmaz falan filan. Bizim babalarımız gedirdilər, nə bilim, dağda keçini tuturdular, qaçırdılar, tuturdular, kəsirdilər, yiyirdilər. Deyirəm, mən də cavab verdim, əlbəttə ki, qaçırdı, tuturdu, kəsirdi, yiyirdi. Sən nə edirsən? Hazır gəlir və sən onu yeyirsən. bəs hansı ət yeməliyik doktor? Hər şey yeməyimiz lazımdır. Burada olan hər şeyi yeməyimiz lazımdır. Dragon fruits yemək deyə arzumuz yoxdur. Amma Yəni- dadlıdır. Dadlıdır. Mən Afrikada banan yemişdim. Məsəl üçün Afrika getmişdim 2 həftəlik bir yardım şeyi olaraq işləmək üçün. Onların bananları, onların düyüsü, onların Somaliyaya getmişdim və çox dadlıdır. Daha orqanikdir. Tapa bilirdiniz, mənim Somalidə yemək yoxdur, olan yeməyi niyə yemirsən? Yemək yeyib gəlmişsən. Ona görə Son yeməyimizi yediniz gəldiniz. Yox, sağ olsunlar, verirlər. Və hər şey yemək lazımdır əslində, təbii ki, amma qidalanma, sosial, yəni iqtisadi vəziyyət bizim qidalanma rasionu dəyişməməyimiz lazım. Məsəl üçün, paxla kimləri bizim cəmiyyətdə, bizim insanlar onu da tərk eləmişik. Lobiya, paxla, məsəl üçün, protein idmançılar, məsəl üçün, o istifadə etdikləri protein tozları hamısı lobiyadan, paxladandır. Yaxşı, biz onu niyə özümüz yemirik ki? Normal var da. Düzdür, mən anlayıram idmançı, necə deyirlər, məşqçilər deyəcəklər ki, sən gündəlik alacağın o zolaq normasının üçün gərək gündəlik 5 kilo fasol falan yeyəsən. Anlayıram, amma gündəlik rasionda da axı bu olsun. Ən son lobiya nə vaxt qaynadıb yemişik? Mən biz pasientlərə tövsiyə edirəm ki, xaladenikdə qaynadıb dondurulmuş olsun ki, hər axşam oturanda o şirin şərbətlərə salınıb bu boyda kişmişləri yeməkdənsə, o lobiya noxudu qaynanmış azacıq duzlayıb yeməyiniz daha faydalıdır. Doktor, D vitamini dediniz, bir daha orada o beynimdə o şeyi faylı bağlayım. Günəşlənmə nə deməkdir? Mən günəşə çıxdım, üzümə günəşdəydi, D vitamini alıram, yoxsa lütfənmalıyam? Gəlin rəqəm deyim sizə. Bədənin, yəni görsənən sahələrinin qızartma eritema dozasında səhər saatından saat 12, ən gec 2-yə qədər birbaşa günəş şüalarının təsiri ilə 15-20 dəqiqə ərzində günəşlənməsi qanda 10.000 beynəlxalq vahid vitamin D əmələ gətirir. Elə bil ki 10 minlik bir dənə həbb atmışam. Bəli. Üzümə vurmalı, yoxsa mən ya plajda Bədənin görsənən səhətlərini. Təbii ki, bizim onsuz da paltarlarımız bunun materialı bilmirəm. Onsuz da günəş keçirtmir bu və bu da keçirtmir və keçirdən paltar olması lazımdır. Mən ofis çalışanları üçün bu maraqlıdır da. Yəni ofisdə çalışan adamın günorta ya da səhər günəşdən bir fayda görməsi mümkün deyil. Biz xalq olaraq günəşlənən xalq deyilik. Biz günəş sevmirik. Qara paltar, Tural deyirdi həmişə, qara paltarları sevirik. Tünd rəngli paltarlar geyinən, qaranlıqlarda gəzən, qaranlıqda oturan, günəşlənməyən bir cəmiyyət yaşayır. Kabinetlərdə otururuq da, restorana gəlir kabinetdir. Hamı kabinetlərdə oturur. Yəni belə open space, açıq bir yerdə deyil. Hamı istəyir belə balaca bir yer olsun. Hasarlarımıza bax, hamısı Odduxa gedəndə söndürür. belə Odduxda Dədə Baba restoranı, indi açıblar oranın şeyin zonasını. Kabinetdə Azərbaycanlılar, açıq zonada xaricilər. Yəni oturmur. Bizimkilər istəmir. Xüsusiləşdirməyə ehtiyacımız var biraz. Bilmirəm nədir. Yəni bir özəlliyə ehtiyacımız var. İnsanların özəlləşdiriləcək bir siz necədir? Cəmiyyəti kanalizə eləmək lazımdır. Görüntüyə, insanlar məsələn biz danışırıq da, düzdürmü? Bəzən danışdığımız zaman Tural öz həyatından deməlidir. Bax mən bunu belə eləyirəm. Mən deməliyəm ki, mən məsəl üçün evdə bizim evdə şirin çay olmur. Xəstəlik necə sər-sər şirin çay olmur da istəmirik və o ritualdır da biz o ritualdan çıxmışıq.
Yəni var idi, bir balacam var, diktatura meylli olan. Yəni o məsəl üçün bəzən şirin çay tələbləri şey eləyir. 11 illik həyatımda mənə bir dəfə şirin çay yedirtmədiniz falan deyə şey eləyir. Yəni amma ümumiyyətlə hələ ona da stevia ilə başına aladıram. Stevia ilə bir şirin çay verir. Normalda bu vacib deyil. Niyə vacib deyil də? Yadınızda da olmasın bu olsun da. O 5 manat pul bir kəllə qənd, o kəllə qəndi alanda belə 100 il bundan qabaq getmişdi yaxşı qənd seçməyə. 100 il bundan qabaq qəndimiz problemli idi. Doğrudan gəlib kəllə qənd seçirdi. Kəllə qənd seçirdi ki, yaxşıdır. Xudayar bəy də bizim kəndin kətdası Xudayar bəy gedir deyə əclaflığa, o xanıma elçiliyə getmək istəyəndə də gedib o erməni nə ağaydı, ondan yaxşı Mirzə Cəlil yazmışsa da, elə deyilmi? Yaxşı bir kəllə qənd alırdı ki, ən yaxşısından olsun ha deyir. İndi də elədi də. Görün onda elədisə bizim qəbul etdiyimiz şəkər heç bir şəkildə orqanik deyil. Bu qeyri-orqanikdir. Və bizim orqanik şəkər əldə etmə qabiliyyətimiz pozulubdur və yoxdur artıq. 10 il sonra necə olacaq? Daha olmayacaq. Uşaqlarımız unudacaq. Keçən il şeydən Lənkərandan gələndə, Xanbulandan gələndə yolun qırağında bir dənə xala bir meşok belə vedrə xiyar qoymuşdu. Saxladım, aldım. O qədər dadlı idi ki, biz gələnə qədər yolda yedik, qutardıq. Qabıqlı. Yəni həqiqi o dad gəlir. Onun o bayaq dediyimi aromatı və o qidanın aromatı varsa, qoxusu varsa, onun içində mineral da var deməkdir. Amma biz əslində xanımlar soyub verirlər də bilirlər ki, yəni nəysə, amma düzdür, soyurlar çünki parnikdən olduğuna görə, amma o qidanı tapdığın zaman ye. Amma bizim gənclər görməyəcəklər onu. Yəni uşaqlarımız 10 il, 20 il sonra çünki qeyri-orqanik qida hər yerə basacaqdır və təbii ki, bunu əldə etmək və ona görə də artıq mətbəximizdə artıq bu olmalıdır. Bizim bir vitamin, mineral barımız olmalıdır. Orada minerallarımız olmalıdır. Mənim 47 yaşım var, mənim nəyə ehtiyacım var? Omega ehtiyacım var. Mənim biraz sink də olsa yaxşı olar. Arada məsəl üçün koenzim Q içirəm, istifadə edirəm çünki ona da ehtiyacım ola bilər. Maqnezium həftənin bir neçə gün istifadə edirəm. Bizim mətbəxdə bir şey var. Düzdür, indi mətbəxdə yaşamaq da əslində xəstəlikdir. Bu doğru deyil. Yəni biz mətbəxə köçdüyümüz gündən xəstələnmişik və xəstəliklər artır. Yəni biz uşaq olanda, yəni mətbəxdə yeyərdik, yığışdırdılar, bula gedin də, vəsə. Bizim də həyatımız mətbəxdə, televizorda və stolun üstündə orada bizim padnosumuz var. Padnos nədir Azərbaycanca bilmirəm. Sinimiz var, orada dərmanlarımız var. Hər kəsin öz dərmanı var. Kimin söz D-si var, kimin söz vitamin Y-si var. Mən də arada istifadə edirəm. Kimin söz kalsiumu var. 3 uşağım var, 15, 14, 11 yaşlarında və onlar hər birisi bilirlər ki, kimsə nəsə istifadə etmək lazımdır və onları mütəmadi istifadə edirik. Çünki niyə? Qidalarımız orqanik deyil. Və orqanik qida əldə etmək üçün kaş ki bizim aktamız buna daha çox fokuslanmış olsa və ölkədə yəni Amerika gedəndə bəlkə də diqqət eləmisiniz ki, məsələn orada kalbasa, nə bilim nə o qidalar nə görsə alırlar. Meyvələri belə alırlar. Çünki qoymur da ölkəsini radikal olaraq qoruyur ki, ölkəsinə qeyri-orqanik və ya fərqli bir qida gəlməsin. Yəni bu vətəndaşın sağlamlıq hüququdur. Bizdən ora dolma keçirtməyə cəhd edirlər də. Yəni ki, mən o dolmanı yeyim və s. Bir bloger izləyirdim. Əcnəbi bloger idi. Sağlamlıq üzrə yağ necə yanır, proseslər necə gedir. Həm fitness instruktoru idi, həm də bunları izah edirdi. Amma günlərin bir günü bu adam qayıtdı dedi ki, Cola Zero sizə o qədər də zərərli deyil. Başladı dedi başqa qidaları göstərdi ki, bunlar daha çox sizə zərərlidir. Nəinki Cola Zero sizə o qədər də zərərli deyil. Sonra isə bir yenə də bir bodybuilder yoxsa idmançı idi. Ondan bir misal gətirdi ki, adam fast foodla kökəldir özünü bilərəkdən. Sonra bir challenge edir, eksperiment eləyir. Daha sonra yenə eyni fast foodla, amma başqa cür qidalanaraq, yəni müəyyən şeyləri çıxartmaqla, sousunu çıxartmaqla eyni fast foodla yenə də arıqlayır. Yenə də bunun six pack'ı var, yenə də bu əzələlidir. Adam belə baxır, düşünürsən ki, doğrudanmı belədir və biz indi nə etməliyik? Cola Zero və fast food bu yeməliyik. Yəni burada mənə elə gəlir ki, sərhəd artıq itib, hər şey qarışıb bir-birinə. Məsələn, fast foodla arıqlamaq olar. Qidaların birlikdəliyi söhbəti var. Yəni bəzi qidaların
ümumiyyətlə qarışıq qidaları yemək, yeməkləri qarışıq olaraq istifadə etməyi çox da arzu etmirik. Çünki mədə ağıllı bir orqan deyil. Yəni onların həzmində bir sıxıntı olur. Yəni qida mütəxəssisləri var hal-hazırda, hansı ki onlar yəni qidaların necə deyirlər, nisbətini dəyişməklə təbii ki, çəkid effekti yarada bilirlər. Bu bizə lazımdırmı? Xeyr. Qarışıq qida deyəndə nə? Yəni, Neçədə əslində çox Bir qarışıqdır. stoliçni məsəl üçün, bir paytaxt salatı, yəni qatma qarışıqdır, hər şey var. Orqanizm onun üçün ifraz edərliyi, turşular, orada möhtəviyyat, selli qişanın vəziyyəti, bağırsaq florası, bütün bunlar hamısı yəni biz bir şeylə yemək yeyirik. Bu gün yeyim ki, daha yaxşı olum, daha yaxşı görüm. Görməyim pozulub, məsələn 47 yaşım olub, yaxın pis görməyə başlamışam. Nə yeyim ki, görəsən görməyim daha yaxşı olsun. Hə, qoy bir 10 kimi biraz daha qaldırım. Qoy Zövq üçün yemək yox, zövq deyil artıq. 40-ı keçdikcə artıq zövq deyil. Mən necə eləyim ki, 47-dir, libidom azalmasın. Mən necə qidalanım ki, beyin qabiliyyətim yaxşı olsun, kognitiv funksiyalarım. Yəni kimsə yolda söz soxanda gedib onu evdə anlamayım da, onu yerində cavablayım. Yəni ki, beynin kognitiv funksiyaları normallaşsın ki, insanlarla münasibətdə, yəni bizim insanın əsas yaradılış şeyi yeyib-içib yatmaq deyil, insanlarla münasibətdə olmaq, onlara fikir vermək, ideya rəhbəri olmaq, onlara cəmiyyəti idarə etmək. Biz cəmiyyəti idarə etməsək, biz cəmiyyətimizi, bu bizim xalqdır, bizim cəmiyyətimizdir. Başqaları idarə edəcək. Yeyənlər, içənlər, narkomanlar, toksamanlar və sair və axır. Yəni biz cəmiyyətimizə sahib çıxmalıyıq. Həkim olaraq, mühəndis olaraq, müəllim olaraq və sair və axır hər bir şəkildə. Və indi bu işlər daha asandır və buna görə də qidalanmalıyıq. Mən sağlam olmalıyam, sağlam yaşamalıyam, sağlam düşünməliyəm və fikirlərimi paylaşmalıyam. Bunun üçün də bu yaşda olana nə lazımdır? Hə, mənə nə lazımdır olduğumu düşündüyüm zaman bir də nəslimə də baxmalıyam. Mən kimin oğluyam, dayılarım kimdir, əmilərim kimdir, onların nə xəstəlikləri var, haralıyam. Bəzən məsəl üçün son illərdə məsələn haralıyam deyən kimi elə bilər ki, yerli bazlıq şeylər var. Amma Amerikada da soruşanda hamı soruşur ki, istən East Coast-dansan, nə bilim West Coast-dansan, hardansan. Bu normal bir şeydir. Çünki niyə görə? Xəstəliklərin bir endemikliyi var. Yəni bir xəstə gələndə mən qazaxlıyam deyəndə deməli sənə mən bunu unlu yerindən elə vurmalıyam ki, yəni o bir 6 ay növbə. Mən atam qazaxlıdır, anam dağlıdır. Hə. Xəngəl xoşlayanam. Çörək məmulatları xoşlayıram. Yəni bu olmazsa olmaz olur. Mənim anam evdə dağlı çörək bişirib. Gəl yemə. Gəl yemə. İndi özüm də bişirə bilirəm, amma arada aldığım da olur. Aldığım da olur, nə tam buğda filan. Xəngəl olsa imtina eləmirəm. Amma siz bəlkə də bilirsiniz, burada bir hissi məqam var da. Biz anamızın əlini öyrəşmiş, hər bir kişinin ağzının dadı anasının, yəni evlənəndə belə yoldaşı belə nə qədər pişirsə, yenə də ağzımızın bir dadı ordadır. Onu xatırlamaq, onunla uşaqlıqdakı olan hissi məqam var. Normalda, yəni bu hissi bir ritualdır. Yəni bunu, yəni məsələn mən dediyimdə şirin çay, yəni son 10 ildə 2 dəfə şirin çay içmişəm. Amma o uşaqlıqda belə indi imkan çox zəif idi də. Biz hər kəsin pendir alma imkanı yoxdur, Sovet dövrü idi. Müəyyən şor olurdu belə, içib pendirli və yağlı, onu belə çəkib belə şirin çayla yemək hissiyatı çox gözəl idi. O şey var, qaşığın stəkana dəymə səsi var ha. O özü bir şey yaradır. Ritim yaradır. Ritim yaradır insana. Hətta inandırım sizə, MRT-yə girirəm, məsəl üçün MRT-də o şey səs gəlir, o belə mənə şirin çayı xatırladır. Uşaqlıq vaxtda görə. Amma olmaz. Amma olmaz. Məsələn, mən diabetli olmamalıyam. Baxın, akantozis nigrikansım var, skin taglarım var, qoltuğumun altı pigmentləşib, olmaz. Mən diabet olacağım çox ehtimal. Haçansı olacağım, amma 50-də olmayım. 70-də olum, daha sağlam olum, daha çox iş görüm, daha çox yararlı olum insanlara. Mən bayaq sizin sözünüzü böldüm, sən sualına cavabda. Elə onu da fikirdə yetirmək. Çox çeşidli yeməklərin mədəyə daxil olması, mədə ağıllı deyil. Qidaların sorulması üçün qidalar, yəni dediyim kimi biz artıq ağılla qidalanırıq, düşünürük ki, bizə nə lazımdır? Mən bu qidanı məsəl üçün vinegret məsəl üçün daha arzuladığımız bir salat əslində, çünki orada kifayət qədər lobya, noxud falan, tərəvəz, solur var və dadı da çox gözəldir. Arzuyu. Buradan çıxan kimi qeyd edir. Entridə çox qəşəng vinegret verir. Və dərhal lokasiyalar çıxır. Təbii ki, bu qidalar orqanizmdə daha rahat həzmə uyğuruyur və daha həzm olunduğu zaman və bədənin tələbatını ödəyir. Və bilirsiniz, biz heç vaxt demək lazım deyil. Məsələn, mən düşünürdüm ki, uşaq vaxtı
görəsən mən bir qadağa qoymuşuq da anamızın. Biz dolma və çeşidləri, bozbaş və çeşidləri, bir də un yeməkləri yeyirik. Azərbaycan ritualı budur. Bəlkə də fərqli varsa. Məsələn, bir ilan balığı mən necə yeyə bilərdim məsələn? Axı ilan balığı da yeyirlər, salyanlılar, lənkəranlar. Və bir dəfə bir xəstəm vardı. O mənə onun qonaqlığını verdi. Çox möhtəşəm imiş. Kartofla falan. Biz heç yeməmişik. Məsələn, Naxçıvanda xidmət olanda hətta əsgərlər bəzən məsəl üçün ilanzat tuturdular. Kəşfiyyat öyrətmişdi. Bir ara bir hadisi olmuşdu. Kəşfiyyat gəldi ora, ilanı necə tutub yemə TTX-ını öyrətdi. Bir gün kəşfiyyat əsgəri bir dənə ilan tapıb yaxşıca şey eləyib. Yəni şey belə də ürək əti kimi olur belə. O girsən ki, görsən ki, bu dadlıymış əslində. Mən niyə bunu bloklamışam? Mən sırdağı, məsəl üçün, cənub mətbəxində sırdaqda xeyirli bir qidadır da, orada balıqdır, orada göyərtilərdir, orada xüsusilə də ağ balıqdan falan. Yəni, bunu niyə yeməmişəm ki mən? Amma illa da bunu indi biz kasıb olduğumuz zaman uşaqda axı deyirlər ki, çörəyi də qat, qarnın doysun, yavanı ol falan, bu cür şeylər də vardı, amma vacib deyil də, çünki əvvəlki çörəklər də başqa idi. Əvvəllər biz hər dəfə yəni oliqarx olaraq düyü karşası yemirdik, perlova karşası da yeyirdik biz. Yəni biz hətta məktəbdə o indi quş yemi deyirlər, o sarı şeylər, onun da karşasını yarma. Onu da verirlər. İndi amma indi yəni ayıbdır. Yəni o yemək belə yaraşdırmırıq. Ondan da alırdıq mineralları, vitaminləri. Amma indi ancaq şəhər uşağıyıq və Hindistandan oradan gələn xüsusi düyüləri yeyirik. Basmati düyüsü və ya nəysə, onun içində heç nə yoxdur. Və burada da sözü unutmayın, burada da dediyim bir şeyə də yenə də bastıraq, öz düyümüzü yediyimiz zaman, həqiqi organik düyümüzü yediyimiz zaman, astara düyüsü. Astara düyüsü yeməyimiz lazımdır. Amma təbii ki, hər şeyi düyü də deyil. Düyüyə qayıdacağım, siz sual verin. Buyurun, düyüdən elə davam eləyək. Düyü yeyən adam. Düyü mənim üçün qırmızı xəttim mənim düyüdür. Sovet vaxtı biz evdə hər zaman, indi o vaxt ət zat talondan yedik axı da. Evdə məsələn düyü bişirdi. Böyük bir düyü bişdiyi zaman böyük bir düyü boşqabı və üstündə çoxlu soğan və bir-iki dənə kişmiş, bir dənə şavalt. Mən düşünürdüm ki, mən böyüyəndə bir dəfə elə bir aş yeyəcəm ki, orada çoxlu qarı olacaq. Üstündə acığa biraz düyü də. Hətta soğan belə az olsun ki, çünki əslində qida olaraq düyünü o qədər az yeməyimiz lazımdır ki, yəni çox aşırı, yəni biz diabetləri yəni var qadağan olunmuş, var tövsiyə olunmayan, var tövsiyə olunan. Düyü qadağan olunmuş bir qida deyil, limitli bir qidadır. Gündəlik 7-10 xörək qaşığı yeyə bilərik. Yeməyimizdə bir fayda var. Amma hər gün düyü yeməməliyik. Bəzən perlova yeməliyik, bəzən qreçka yeməliyik. Çörəyə gəldiyində məsəl üçün qreçka qarabaşaqdır da, eləmi? Qarabaşaq çörəyi məsəl üçün çox möhtəşəmdir. Yəni yeməyimiz lazımdır. Dediyim odur ki, yenə də bir çıxarış eləyim. Məhdudiyyətləri qaldıraq, rahat ol. Mən bunu yemirəm demək doğru deyil. Məsələn, evdə biz taktik eləyirik. Məsələn, uşaq deyir ki, bizim uşaq balaca, o dediyim diktatura meyilli olan, deyir ki, mən qaymaq yeməyəcəm. Mən məsəl üçün deyirəm ki, sən uşaq vaxtı onu çox sevirdin. Aslında xatırlamırıq uşağı. Sən də çox sevirdin uşaq vaxtı onu. Sonra necə oldu, yadından çıxdı, yəqin yemədin. Yəni bu şəkildə o qadağaları qaldırdığımız zaman bu cəmiyyətdə, bu arealda biz bunu yeyiriksə, bu ekosistemin övladı olduğumuza görə biz bunu yeməyimiz lazımdır. Təbii ki, limitli. Niyə yeməyimiz lazımdır? Kərə yağı qadağandır. Kardioloqlar gecə-gündüz kərə yağı yeyirsiniz, xolesterini qaldırır. Qardaş, bəs xolesterin tam bildik, xolesterin, pis xolesterin var, yaxşı xolesterin var. Tamam, testosteron çox xammal xolesterindir. Kəs xolesterini nə olacaq? Yəni bunun da bir həddi var. Təbii ki, xolesterini bişirib, qaynadıb, çırta-çırtla yanmış o hardan gəlmiş yağı deyil. Hə, bir nehrə yağı, bir güvəndiyimiz kərə yağını səhər-səhər 30-40 qram yeməyimizdə çox da bir ziyan olmaz. Təbii ki, burada genetik xolesterin xəstəlikləri var da, məsələn, hiperlipidemiyalı, yəni genetik xəstəliklər var. Onlar minimuma qədər, çünki həyati risk var, amma ümumiyyətlə testosteronun aktivləşməsi üçün bilirik testosteron nəyə xidmət edir və bizim yeməklərdə xam, bişmiş yox, xam kərə yağı yeməyimizdə fayda var. Yəni qadağa bu qədər alkoqol. Mən dünya ortalamalarına baxıram. Alkoqol içən ölkələr ümumiyyətlə bir maraqlı bir şey elə oxuyurdum. Bir dəfə Turala demişdim bunu. Bir uzun müddət əvvəl. Alkoqolla
ölkələrin rifahı arasında böyük bir bağlantı var. Qadağan olunmuş ölkələrdə ya da indi azad olan, məsələn İngiltərədə vaxtilə qadağan olunub. Qadağan olduğu dövrdə iqtisadi çöküş var. Böyük ehtimalla daha mühafizəkar olmaq və sair məsələlərdir. Mən indi alkoqol içən ölkələrin ortalamasına baxıram, ömürlülük. Hamısı yuxarılardadır. Alkoqolun qadağan olunduğu ölkələrə baxıram. Statistik olaraq outliersləri çıxıram, yuxarı-aşağı 20-ləri. Ortalamada olan, yəni içkinin qadağan olunduğu, kültürel olaraq da içilməyən ölkələrdə yaşam xəstəliyi də çoxdur, yaşam da aşağı düşür. Bizim də ata-babalarımız əgər türk isə genetik olaraq Orta Asiyada qəşəng araq içiblər, böyük ehtimal. İçiblər də türklər, yox? Sən Bəlkə də daha yaxşı. Qızqırma nələrisə oldu. Yəqin ki, ki İslamla tanış olana qədər içmişik də genetik ən azı olaraq. Çinlilərdən götürüb içiblər. Çinlilərin arağı çox ağırdır. Biz özümüz buralarda bu Qafqaz coğrafiyasında tutarağı içirik, nə bilim zoğal arağı içirik. Bu vodka deyil də, bu belə araqdır. İndi deyirlər ki, içməyin. Mən öz təcrübəmdə həftədə 3 dəfə içirdim. Getdim, səhərlər içkinin təsiri məndə uzun müddət davam etməyə başladı. Mən heç vaxt elə olmamışam. Məsələn, bir günüm, növbəti günüm gedirdi. Getdim, ALT-mi yoxladım. ALT-m 280 idi. Nəftinsə o çıxdı. Bəli, olmalı idi 40. Dərman qəbul etmədim, aralıqlı oruca keçdim. Tam gündə bir dəfə yedim. ALT-m 70-ə düşüb. 16-8-ə yoxsa hansı aralıqlar? Mən ancaq axşam yerdim yemək. Gün ərzində yemək yemirdim. Çünki həyat şəraitim günorta yeməyə müsait deyildi. Ancaq axşam yeyə bilirəm. ALT-m indi 70 olub. Məncə normaldır da, yəni düzü 40-dan aşağı düşməlidir, amma yəni siz gənc bir adamsınız. Hər halda 35-lərdə falan yaşınız var. Yəni 70 çox da arzu olunan deyil, biraz da aşağı düşdü. Çünki biz perspektiv edirik ki, bəlkə siz 65-70 il yaşayarsınız, sonra pensiya görərsiniz. Yəni onu düşünərekdən, yəni İran vətəndaşıdır. görməyəcək. Yoxdur, indi içkini burada da içkini həftədə 2-yə, 3 həftədən 1-ə, daha doğrusu 2 həftədən 1, 3 həftədən 1-ə salmışam. Böyük ehtimal onun da təsiri var. İndi biz içki içməliyik ya tamamilə çıxartmalıyıq? Yoxsa bunun miqdarında mı bir problemlə üzləşirik Avropalılarla qiyasla? Yoxsa bizim içkimiz, alkoqolumuz mu yaxşı deyil? İçirik, xəstələnirik. Yoxsa ümumiyyətlə olmamalıdır içkiyə? Tamam çıxartmalıyıq. ümumiyyətlə belə deyim. 65 dediniz, 65-dən tez ölmə ehtimalım varmı? Azərbaycanda bir statistika oxudum. Azərbaycanda hər iki kişidən birisi Azərbaycanda pensiya yaşına çatmadan ölür. Biz pensiya görən kişilərdən deyilik və dünya üzrə Testlərimi dedim, oradan dedim. və dünya üzrə kardiovaskular ölümlə əlaqədar biz lider ölkəyik də. Birinci yerdə kişilər üzrə birinci yerdəyik. Hamı ilə əlaqədar, yəni kişi qadın qarşısında ikinci yerdəyik. Əzizim, alkoqol içmək istəyirik. Niyə görə deyim sizə? 2 kişidən biri. İçmirəm. O mənəm, mən getdim. Və mən kiməm? Mən məsələn əmisi 42 yaşında infarktdan ölmüş bir oğlanam. Mən stresim nə durumdadır? Mən düşünürəm ki, əslində uzun ömür yaşamaq bilavasitə alkoqola bağlayırıqsa, bəlkə də onun sakitləşdirdiyi sedativ təsiri ilə əlaqədardır. Və bəlkə də içirik, hər kəs bu arada deyəcək sözlərimizi deyirik, qutarırıq, relaks oluruq, ondan sonra rahatlayırıq. Bəlkə də onunla əlaqədardır, amma alkoqolda şəkər var. Bir çox araqda yoxdur. Yəni araqda kalori səviyyəsi çox aşağıdır, amma çaxırda falan yüksək şəkər var. Yəni mənə çaxır olmaz bu arada. Sito testimdə çıxdı. Bir də ki, məsələn, bir çox Avropa, Amerika ölkələrində məsələn bir çox restoranlarda bazar günü məsələn içki verilməz. Səhərsi gün birinci iş günü olduğuna görə. Bu məsələnin bu tərəfi, amma bizim qidalanmamız çox aqressivdir. Biz haçan içirik? Biz axşam içirik. Biz axşam yeyən xalqıq. Bizim coğrafiyada insanlar axşam yeyirlər, içirlər və bizim təcil yardım adətən xidməti gecə saat 12-dən 3-ə qədər işləyir. Ən çox belə sifariş qəbul edir. Ən çox sifariş edir ki, gecənin düşər-düşməzi tipli şeylər. Bəli. Amma gəlin deməmən gərəkən bir şey deyim məsəl üçün. Şəkəri ən çox salan maddə alkoqoldur. Alkoqol ilk saatlarda şəkəri çox salır. Şəkər çünki ağızdan alkoqol həm də ağızdan sorulur, amma ilk bir neçə saatda insanlar bəzən məsəl üçün yəni yeyib içməkdən gələndən sonra çox içən bir insan adətən ilk saatlarda deyil, 5-6 saatlarda falan şəkəri qalxar.
alkoqol içən kimi yaxın bir saat ərzində şəkər qalxmaz. Amma qida toksikoinfeksiyası və ya qidalanma ilə əlaqədar problemlər meydana çıxar. Amma biz alkoqol vasitəsilə şəkər salmamağımız lazımdır. Çünki bilavasitə karbohidrat metabolizmasını qalıcı pozur. Komatos hallara gətirir və ona görə də məsəl üçün alkoqol aşırı istifadə edən məsəl üçün bəzi cəmiyyətlərdə, Rusiyada falan insanlar daha çox səhərə doğru komaya girirlər. Komatos hallar səhər 5-7 radələrində daha çox olur. Alkoqol hər zaman yararlı deyil. Ortaya biraz da dini düşüncələrimizi qatsaq, içməsək daha yaxşı olar, bizə xeyir olmayan bir şeydir, niyə istifadə edirik və s. və axır. Amma alkoqol içməkdənsə bəlkə bir nevroloji bir preparat istifadə etsək, amma alkoqol həddimizi gözləyə biliriksə, məsələn insanlar artıq çəki olan insanlar qida kontrolunu hardan edirlər? Çəkinin 100 qram olandan, çətini 100 qram içəndən sonra diyetin məhv olur, yəni. Aylarca doktor, elə deyil. İtalyanlar, yəni adamlar pasta yeyir, adamlar pizza yeyir, adamlar şərab içir. Fransızlar kruasan yeyir, kofe içir, şərab içir. Amma baxırsan ki, ortalamada fit görünürlər. Yəni uzun ömürlülüyünə də baxanda İtalyanlar cənub zonası uzun ömürlər mavi zonadadır, uzun ömürlər siyahısındadır. Yaponiyada olanda o düyü məsələsini dediniz, orada düyü bir ovuc qədədir və o düyü dadlı deyil. Yəni onu belə yeyirsiniz, bu düyü siz düyü görməmisiniz. Bunun bir şey hanı, bunun qovurması falan alın. Bunlar yoxdur. Bir dənə balaca çaşqanın içərisində şeydir. Və o da yapışqan kimidir. Bir dənə balaca soyuq sup kimi bir şeydir. O da balaca çaşqadadır. Yəni krujkada içirlər supu. Biz daha böyük içmək istəyərik. Sonra balaca belə balıqlardır və sonda, yəni ənənəvi bu şeydir. Çində dadlı görə biləcəyim yalnız Pekin ördəyidir. Yerdə qalanlar hamısı balaca qidalardır. Şeydə getdiyimiz zaman biraz Cənubi Taylanda, İndoneziyaya düşəndə orada biraz qida çeşidliyi başqadır, amma orada daha çox meyvə və tərəvəz üstünlüyü daşıyır. Amma bunların hamısının içərisində məsələn Koreyada görmüşəm, adamlar içirlər. Düz, onlar özü Koreyalılar çox pis. Bəlkə daha çox fiziki aktivdirlər. Bəlkə qida rasionları fərqli deyil. Onlar 6 gün içmir, deməli 6 gün içdiyirlər. Bazar günü, mən Koreyalılardan bilirəm bunu. Bazar günü full day içirlər, səhər işi sistemlə gəlirlər. Xüsusi adamlar gəlir, onlara sistem qoyur ki, ayırsınlar da. Çünki iş o qədər stressli olur. Amma bu adamların məsələn uzun ömürlü şeyi yuxarıdır. İtalyanlar da, yəni dünən də Napoli Qarabağ oyundu. Baxırsan ki, bu adamlar içirlər, amma və pizza yeyirlər və pasta yeyirlər. Necə olur? Onlar şişmir, onlar belə deyim sizə. Biz belə oluruq. Biz həqiqətən kər yağı çox yeyirik. Biz həqiqətən heyvani yağ çox istifadə edirik. Yəni indi də yeni ritual formalaşıb, biz hər şeyin orqanikini istifadə edirik. Orqanik kər yağı, yəni həftəyə 1 kiloqram kər yağı istifadə edirik, bəlkə də daha çox. Yəni bu şey orqanikdirsə, bu demək deyil, sən özü ona tuzdurmalısan. Yəni inək də ot yeyir də bütün gün. Ot yeyir. İnək boydadır. Ot yeyir, əzizim. Valla bir yəni böyük ot adamı arıqlatmırdı. Nə qədər orqanik olur olsun, böyüdə bilər. Bəli, amma hazırki dövrdə təəssüf ki, rayonlarımızda belə insanlar heyvanlarını, kitablarımız deyir, razıyam ki, ot yeyən heyvanın ətində məmulatlarını istifadə edin. Amma hazırki dövrdə rayonlarda belə insanlar heyvanlarını otarmaq üçün çox da yer tapmırlar ki. Çünki hər kəs öz pay torpağını götürüb sadəcə yolun qırağında olan nələrsə yeyə bilirlərsə yeyirlər. Yəni ona görə başda dedim, bəlkə amiş olaq. Yəni bu vegan məsələsi çıxır. Vegan, vegetarian, pasto, bir də pasko. Yəni müxtəlif cür belə qidalanma ritualları var və ölkədə də artıq belə deyək, veganizmi təbliğ edənlər də var ki, biz vegan olmalıyıq. Nə bilim, bunu heyvan hüquqları ilə də əlaqələndirirlər, amma sən get o heyvan hüququnu canavara başa sal da, yəni canavara sən başqa bir heyvanı öldürürsən, hüquq izah eləmirsən, amma gəlsən mənə hüquq anlayışını insan kəşf elədiyinə görə onu mənə deyirsən də. Ümumiyyətlə bu coğrafiyada vegan olmaq olar. Amerikada valideynlərimizə baxmalıyıq mı? Bizdə bu coğrafiyada vegan olmaq. Amerikada keçən il bir cütlüyü, vegan cütlüyü həbs elədilər. Çünki yeni doğmuş övladlarına da vegan həyat tərzi məcbur eləmişlər və uşaq öldü. Və ona görə də dövlət onları həbs elədi. Çünki bu bir qidalanma tərzidir, insan hüququdur. Yəni insan istəyirsə vegan ola bilər.
Amma hər şeyin etik qaydası var. Sən vegan olduğun zaman, yəni nə bilim hansısa bir ofisdə işləyib, nə bilim hardasa bir işləyən bir bəy və ya xanım özünü göstərmək üçün mən vegan takılıram falan, özünü göstərmək çabaları ilə yaşamaman lazım. Sən bilmən lazım ki, sən vegan olduğun zaman bədəndə bu vitaminlər, minerallar ət yemədiyinə görə dəmir falan çatışmayacaq. Sənin veganlar üçün olan polivitamin qrupların olmalıdır. Sən onları davamlı istifadə etməlisən ki, həyat keyfiyyətin normal olsun. Vegan həyat tərzi bahalı bir həyat tərzidir. Sənin o qədər gəlirin varmı, imkanın varmı? Sən vegan olaraq yaşayıb orqanizmə zülm edib xəstə edə bilməzsən. Dəfələrlə xəstələrimiz olub ki, ərə gedənə qədər vegandır. Ərə gedib hamilə qalacaq. Yəni dişləri çürüyür, saçı tökülür, menstrual sikli pozulubdur. Yəni gənc xanımdır, vegan olub Sənin harava yaraşır vegan olmaq. və sən vegan olub dünyaya gətirəcəyin və indiyə qədər eləyəcəyin tədbirlər də olmayıbdı. O veganların istifadə etdiyi mineralları, vitaminləri, çünki veganlar üçün spesifik şeylər var. Yəni Amerikadan falan, iHerb'dən falan istifadə edə bilirsən. Marketdə bölmələri var. Bəli, onu eləmən lazım idi. Yəni ədəbinə uyğun şəkildə etməli idin. Etməyib və sən indi uşaq dünyaya gətirəcəksən. O nə olacaq? Sən ona verəcəyin minerallar, o yoxdur, sən yeməmisən. Sən ət yemədin, fol defisiti olacaq, spina bifida olacaq. Onurğa kanalı açıq qalacaq. Uşaq doğulacaq, bir də baxacaqsan ki, onurğa kanalı birləşməyibdi. Sən B6 istifadə etməmisən yetəri qədər, B12 istifadə etməmisən yetəri qədər. Kaş ki, mənim imkanım olsaydı, bir ara bizdə indi evlilik qabağı o infeksiyalar zad analiz verilir. Kaş ki, mənim imkanım olsaydı, artıq müasir dövrdə o infeksiyaları ləğv eləyərdim. Məsələn, test saç analizi istəyərdim versinlər. Məsəl üçün kişilər draq testi olmuş olsaydı, kaş ki, oğlanlar və qızlarda məsəl üçün qanda feritin, fol, B12 kaş ki o paketi, kaş ki insanlarımız evlilikdən valideynlər o boyda toyxanaya pul xərcləyirlər. Evlilikdən uşaqlıq planlamamışdan qabaq heç olmasa bir 500 manat, 1000 manat pul xərcləsələr ki, ay oğlum, şadlıq evinə, bu filan məmurun şadlıq evinə filan qədər pul xərcləyəcəyik. Gəl 1000 manat sənə xərcləyim. Get qandan, ya tamam da xərcləmir, təbiblə də get oradakı qeydiyyatçı qıza 20 manat ver. Deyək ki, bunun bütün analizlərini yazacaq onsuz da. Kaş ki bunları verdirsəydik və qucağımıza sağlam bir övlad alsaydıq. Kaş ki. Çox yaxşı. Yəni bunu yəni və ondan sonra evlənən kimi nə oldu sualları ilə isterik şeylər eləməsəydik. Yəni siz axı toydan qabaq o bəy gəlin rəqsi falan bunu eləməkdənsə bir heç olmasa övladınızın sağlamlığına nəsə bir yatırım eləsəydiniz ki, nəsliniz övladınızı qucağına, nəvənizi qucağınıza alanda deyərdin ki, babun sənin üçün atova onu yoxlatdı. Və ya evlilikdən qabaq bir draq test eləmək nə var ki, 25 manatda da hər yerdə olunur. Hətta satılır belə. Buna əslində uyğun münbit bir şərait eləsəydik, biraz daha hisslərimizə qatılmadan ağıllı şəkildə cəmiyyətimizi və nəslimizi qorusaydıq ki, onlar xəstə övlad dünyaya gətirməsinlər və sağlam olsunlar, isterik məqamlar olmasın. Bilirsiniz, insanların hal-hazırdakı cəmiyyət, küçədəki insanlarda çıxacaq, resepsiyondakı, məsələn, qeydiyyatdakı o kobud qaqaş, qapıda duran hirsli nə bilim kimsə və ya nə bilim svetofordan yol keçən filan kəs, hamısı qidalarımız nə yeyirsə o yox. Yəni qida rasionumuz yetərli deyil. Sağlam olmaq üçün bəzən məsəl üçün xəstələr qınayırlar ki, imkan var, ət bu qiymətə falan, süd bu qiymətə falan filan. Sağlam olmaq üçün hazırki dövrdə çox da o qədər pula ehtiyac yoxdur. Heç olmasa tərəvəzləri yetəri qədər yesək. Heç olmasa ağartıları yetəri qədər yesək. Yəni bunlar çox da baha deyil. Südü, qatığı. Yəni bunu elə bilmədiyimiz zaman heç olmasa, yəni bu qidaları məhv eləmədən yesək, qızardı, bişmiş, yəni yanmış şəkildə yeməsək, sağlıqlı qidalansaq ki, sağlam olaq və ondan sonra 50-55 yaşlarında qan dövranı belədir, mənim gözüm görmür, mənim ayağımda uyuşmalar var. Yəni bu simptomlarla qarşımıza gəlməsi. Doktor, bəs bilir, dietoloqlar var ki, Azərbaycanda bunun təsiri daha çox Türkiyədən gəlir və onlar çıxırlar Türkiyənin reytinqli kanallarına və oradan qadağalar resepti verirlər də. Pendir olmaz. Pendir bizə yaddır, yeməyin pendiri və bunun bir təbliğatı gedir. Gəlsən Azərbaycana, Azərbaycanda da artıq oradan öyrənmiş adamlar başlayırlar ki, pendir olmaz. Mənim də 44 yaşım var. Mən deyirəm ki, mənim babam, ulu babam bir çoban olub, bunun qoyunları olub, bu qoyundan süd sağıb, pendir eləyib və mən motal pendiri üçün ürəyim gedir. Mən xəngəli qurutla yeməyi xoşlayıram, nəinki qatıqla. Bəli.
zonal olaraq bir şeydir də. Mən şor xoşlayıram, pendir xoşlayıram, pendir çeşidlərini xoşlayıram. Amma gəlirsən mənə deyirsən ki, sən bunu yemə. Okey, özü nə qədər yeyə bilərsən, səhər-səhər 5-6 qram yesən böyük şeydir də. Nə qoydaq pendir yeyə bilərsən. Bu bir var həkim, bir də var ki, ümumiyyətlə həkimlik oxumurlar, nutrisioloqdur da. Hə. Gedirlər hansı bir kurs keçirlər və deyirlər ki, sən bunu yeməlisən, bunu yeməməlisən. Və yekunda biz qadağalarla yaşamış oluruq. Yəni bizim qida sağlamlığımız və qidaya münasibətimiz qadağadan ibarətdir. İcazədən ibarət deyil. Ki, yəni sən pendir yeyə bilərsən, bu qədər yeyə. Nə bilim, bəlkə sən çox yeyirsən pendiri. Bu sualı heç kim sual vermir ki, ay Əli, pendir nə qədər yeyirsən? Deyir ki, pendir yemə. Bəlkə pendiri bir damcı ağzına qoyur o duzluluğuna görə. O sizdən bundan öncə danışdıq o qarpız pendir dueti. Sizcə bu məsələ artıq belə deyək də sosial şəbəkədən çıxanda artıq hamı sosial şəbəkədə nutrisioloq, dietoloq olub, heç bir biokimyəvi prosesləri bilmədən bu reseptləri verirlər. Məsələn, Çində artıq qadağa çıxıb ki, əgər həkim deyilsənsə, həkim məsləhəti verə bilməzsən. Artıq orada influencerlara belə bir qadağa var. Sən həkimsən qardaş, yox. Sən də həkim məsləhətinə verirsən ki, Amerikada da müzakirə olunur. Bu badı qəbul elə. Məsələn, bir nəfər yazır ki, mən səhərlər bunu içirəm. Sən səhərlər sənə uyğundur. Mən sənə uyğun deyil. Sən Fatma Hüseynin Məmmədin oğlu uşağısan, qızısan oğlusan, sən onu içirsən, sənin xəstəliklərin sən 3 dəfə doğmusan, bəlkə də sənin o içki içməyə görə məsələn kalsiumun daha azdır, sən onu içkinən, amma mən isə başqasının övladıyam, mənim genetik xəstəliklərim başqadır və mən bu şəkildə qidalanmalıyam. Qanuna necə olmalıdır? Həm dietoloqlar, həm psixoloqlar psixiatrlardan gələn məktub, göndərişlə olmalıdır ki, əslində psixoloq deməli, psixiatr deməlidir ki, hörmətli psixoloq, zəhmət olmasa bu mövzu ilə əlaqədar pasiyentimizə terapevtik yanaşmalar eləyəsiniz. İdealı budur. Bizim cəmiyyətdə psixiatra getmək zapadlıdır da, yəni belə. Dietoloqlar da eyni mövzudur. Amma cəmiyyət olaraq dəli. Cəmiyyət amma psixoloqlarla bağlı, psixoloqlar mənə bağışlasın, məncə tibbin zibilxanasıdır da psixoloq ya. Nəyi başa düşmürük, atırıq ora. Depressiyadadır, şəkərin ona görə belədir. Hər şeyi ora atırıq. Amma bunda biraz psixoloqların da günahı var. Bəli. Təəssüf ki. Yəni kontrol mexanizmimiz yoxdur da. Biz məsəl üçün küçə yol düzəldirik, körpü çəkirik, çox gözəl körpüdür, o körpünün üstünə gedən yoxdur. Bəli. O körpünün altına quruq qoyuruq, üçün quruğu, oradan girən yoxdur. Çünki bilirsiniz necə? Özləri o arada Freud müraciət oxuyurlar, Freud da gicdə axı. Onu oxuyurlar, nə bilim, ilk həzzini anadan aldın, kaka eləyəndə zövq alırsan, kişi orada elə gicgi şeylər. Çünki axı Freudin həyatında anasının o qardaşıyla müəyyən şeylər var idi. 2-3 bacısını da atıb orada naziləri qaçıb şeylərə, indi nazi deyəcəm şeycə, türk şey, nə deyirlər ona? Nasistləri atıb qaçıb axı. Onu oxuyurlar, arada baş gedir. Bilsiz, o çox önəmlidir. Məsələn, ortası yoxdur. Ya çox ağıllıdırlar. Bilsiz, ya belə bir şey deyim də, məsələn, gəlin Tural bəy nəqliyyata daha yaxındır. Məsələn, Bakı nəqliyyatı ilə Gəncənin nəqliyyatını eyni şəkildə kontrol və idarə etmək doğru deyil. Bir Balakənlə, nə bilim, Qəbələnki də eyni ola deyil. Hər bir yerin öz insanı var və o insanına uyğun olaraq nəqliyyat idarə etməsi eləmək lazımdır. Yəni oradakı yaşayan insanların xüsusiyyətinə uyğun olaraq, oradakı yaşayan, qidalanan insanların həyat tərzinə uyğun yanaşmaq lazımdır. Sən hər kəsə tutalım ki, mənim dietoloq hocam dedi ki, filan şey olmaz, tamam da nə olar? Sən onu kəsdiyin zaman bədəndə nə defisitə əmələ gələcək, bu nə defisitini necə aradan qaldıracaqsan? Bunu kimsə düşünmür. Və düşünmədiyi zaman bir də baxırsan ki, məsəl üçün 10 ildir adamın ağartılar tam çıxardıblar, osteoporozu. Yəni onurğasında 3 dənə sınığı var və sair və laxır. Gəlib ağzında dişləri qalmayıbdı, yəni osteoporoz səbəblidir. Stomatoloq dayanmadan implant qoyur. Adam çünki hansısa dietoloq deyib ki, ağartı olmaz sənə. O sənə ziyanlıdır. Ümumiyyətlə nəslinizdə heç kimi olmaz. Yəni uşaqlarva da verməklə. Və ya tərəvəzləri bəzən çıxardırlar. Məsələn, dünyada ən gözəl biznes, əslində orqan biznesi, icazə verilən orqan biznesi bağırsaq florasıdır. Məsələn, bağırsaq floramız xüsusilə pandemiyadan sonra o qədər antibiotik falan istifadə elədik, antiviral istifadə edirik. Bağırsaq florası bir orqandır, orqanizmin yəni bir hissəsidir ki, hansı ki həzm prosesində iştirak eləyir. Bir çox vitaminləri, bəzi mineralları aktiv transport eləyir. O qədər antibiotik, antiviral necə deyirlər istifadə elədik ki, onlar məhv olubdur.
və biz bakterial floranı əldə etməyimiz üçün çoxlu tərəvəz yeməliyik. Amma bu tərəvəzləri biz yalnız olaraq bişmiş, yanmış və ya bu şəkildə yediyimiz zaman, yəni necə olacaq? Amma bir də bir şey var. Asparagus Avropaya getməmişdən qabaq biz qulançar yeyirdik də, qurban olum. Yəni bizim qulançar bizim qulançarımız çox gözəldir. Amma biz öz qulançarımız qalıb belə qalın bu boyda bir asparagus belə şəhər uşağı olaraq yəni yeyirik. Təbii ki, bu da doğru deyil. Biz öz qidalarımız, öz ekosistem bilirik də Muğanında bitir, bir də ki Gəncə Qazax bölgəsində bitir və onu istifadə edirik. Rasionumuzda var. Və bu rasionumuzda varsa biz onu qida olaraq biraz da fiyoletov fason rəngi var. Yeməyimiz lazımdır. Dombalan da yeməyimiz lazımdır. Kələmi də kökül. Brokolini soxduq rasionumuza. Çıxırsa bəlkə də yeyək. Gətirdik yox ha, soxduq. Yəni gül kələmi və brokoli. Bəli, bizim öz almamız var, armudumuz var, heyvanımız var. Soyuq dəyəndə də anamız heyvanın tonunu qaynadırdı, öskürək üçün istifadə edirdi. Bu bizim matriarxat sistemimizin, valideynlərimizin nə qədər patriarxat desək də, matriarxat sisteminin bizə bəli, yaşatdığı bir şeydir də. Çünki biz yad kişilərə dayı deyirik, yad qadınlara da xala deyirik. Məsələ budur. Yəni Doktor, indi Turalın son sualından belə davam etsək. Keçən dəfə Turalla bir WhatsApp-da bir yazışmamız var idi. Mən dedim ki, bu məsələ ilə bağlı mənim elmi məqalələr görmüşəm. Misal üçün idmandan tutaq ki, elə idmanla misal çəksək, siz daha indi o idmanın bədənə şeyin verərsiniz. Məqalələr tapdım ChatGPT şkolalarından ki, idmanın araşdırmalar var. Bədənə ziyanı var. Ağırlıq qaldırmağın, qaçmağın. Sən idmançı deyilsənsə niyə qaçırsan? Bəli. Sonra bir daha da elmi məqalə tapdım və Turala dedim ki, Tural belə deyirəm, amma bunun əksində gözdə tapıram sən. Başqa məqalə tapdım. Qaçmaq lazımdır, idman ağırlıq qaldırmaq lazımdır. Elmi məqalə oxumaq alətləri də rahatlaşıb, yenə də biz bilmirik necə inanaq. Yəni burada əsas kimə ya da nəyə inanmaqdan daha çox necə inanmaq məsələsi ortaya çıxır. Biz bir həkimə, çünki həkimlər fərqli deyir. Məsələn, mənim köməkçim Peykər xanım, o gedib həkimə, həkim ona deyib ki, sən hər gün az-az qidalanmalısan. Hər gün az-az qidalanma, o taxıl beyin və s. də yazır ki, faciəvi bir şeydir. Dayanmadan insulini qaldırırsan, salırsan, qaldırırsan, salırsan. Amma həkim ona deyib ki, az-az yemək lazımdır. Biz insanlar necə inanaq? Yəni hara baxaq, necə düşünək? Bu həll yolu nədir bunun? Bilirsiniz, məlumat, biz uşaq olanda məlumat həddən artıq az idi və biz bir kitab oxuyurduq, deyirdik, da buna idarə edəcəyik. Amma indiki dövrdə məlumat həddən artıq çoxdur və məlumatın dəqiqliyi, spesifikliyi və sensitivliyi problemini yaşayırıq. O məlumatı, məsəl üçün, o araşdırmanı oxuyanda baxırıq, məsəl üçün, bu araşdırma harda olunubdur? Çində olunubdur. Aha. Kimlər arasında keçirilibdir? Neçə min nəfər üzərində olubdur? Bu araşdırmanın keçirən universiteti necə bir rankinqi var və US rankingdə, QS rankingdə o araşdırmanı keçirən universitetin səviyyəsi nədir? O professorlar bir PubMed-ə vururuq, baxırıq ki, bu professorun əvvəlki yanaşmaları, o qruplaşmada olan, təq olunan digər professorlar indiyə qədər nə üzərində araşdırıblar falan filan. Bütün bunları araşdırırıq və o data formalaşır. Formalaşdıqdan sonra biz anlayırıq ki, demək ki, bu dataya güvənmək olar, yoxsa bu dataya güvənmək olmaz. Hər bir insan üçün elə bir insan ola bilər ki, məsələn, biz onlara deyə bilərik ki, bəli, sizə intermittent fasting olar, aralıqlı diyet 16-8 diyeti uyğundur. Elə bir insan olar ki, biz deyirik ki, yox, siz davamlı və sürəkli qidalanmanızda daha çox fayda var. Bütün burada yenə də spesifiklik var. Yəni yanına qarşına oturan xəstə, bayaq dediyimiz Qazaxlı misalında saz araşdırırsan, bu Qazaxlıdır, nə bilim, anası dağlıdır, bunların qida ritualları nədir? Biraz söhbət edəndən sonra artıq nəyi yeyirsən, nəyi yemirsən, nəyi sevirsən, vaqe olandan sonra ki, bu şəkildədir. Təbii ki, onu incitmədən də biz, bilirsiniz necədir, bizim xəstəni, insanı cəzalandırmamağımız lazımdır. Tural, mən lisəyə göstərərəm, burnundan gətirərəm yedikləri deyib, cəzalandırmaman lazımdır. Demək lazımdır, bunu biraz azalt, bunu biraz artır, bunu bu şəkildə elə, həyat tərzi qur və qoy xoşbəxt olsun. Dediyimiz kimi,
həyat keyfiyyəti qalxsın və o mutlu olsun. Hə, təbii ki, mutluluq ağız dadındadırmı? Xeyr. Sadəcə ağız dadında deyil, ağız dadına gətirəcək səbəblər də araşdırılmalıdır. Amma bütün hallarda, bütün datalara inanmırıq, heç bir şəkildə skeptik yanaşırıq ki, bu necə ola bilər? Məsələn, illərdən bir məqalə araşdırma gördüm, 446 nəfərdə araşdırılıb ki, yaxşı xolesterin əslində kişilərdə sınıq riski yaradırmış. Çox maraqlı. Biz statistik olaraq paylaşdıq, amma təbii ki, baxırsan ki, bu kimdə olub, kimdə olmayıb, bu yüksək sıxlıqlı xolesterin yüksək olan insanlar kimlər olublar? Bəlkə idmançılar olublar. İdmançılar daha çox istifadə edirlər. İdmançılar arasında da travmaya məruz qalma ehtimalı daha çoxdur. Çünki adi sıradan insanlar omeqanı çox uzun müddət istifadə eləmirlər və sair araşdırırsan, görsən ki, bu datada belə bir şeydir. Amma verdiyin məlumat da xitab olur ora. Biz o kütləni kanaliz edirik. Təbii ki, qaçmaya gəldikdə əzizim. İdmandan şey deyə. Məsələn, ağırlıq idman etməliyikmi? Nəyi yoxlayıb sonra idman etməliyik? Kəskin kardiolar etmək təbii ki, doğru deyil. Yürüyüşlər ola bilər. Hər bir insan həyatında 10.000 deyilirdi, sonra 7.000 addım deyirik. Gündəlik minimal 7.000 addımımız olması lazım. Zala da getməliyik. Zala da getməliyik. Çünki tənbəllik. Baxın, var idman, var fiziki aktivlik. Bunlar ayrı-ayrı şeylərdir. Həftədə 2 dəfə idmana getməyimizdə çox fayda var. Amma gənclik mola getdinsə, maşını girişdə yox, maşını saxla ən uzaq bir nöqtədə, orada yürüyüşlə gəl. Gördünsə, məsəl üçün, biraz daha uyğunsan, məsəl üçün, pilləkənin bir evə gedəcəksən, 14-cü mərtəbədə yaşayırsan, 5 mərtəbəsini pilləkənlə çıx, sonra girmə evin içinə və düşəndə də eyni şəkildə. Yəni, fiziki aktiv, mən həftədə 2 dəfə idmana gedirəm deyə artıq həftədə 1 dəfə futbol oynayıram, 3 dəfə futbol oynayıram, o demək deyil ki, aktiv həyat tərzin olmaması lazımdır. Aktiv həyat tərzi olmalıdır. İşdə oturmuşsan, xanım oturub orada espandel əlində işləməsi lazımdır və dəyişməsi lazımdır. Çox gözəl bir film izləyirsən və yolda probkada gedirsən, yəni bir espandelin olsun, bir hərəkətin olsun, davamlı sürətdə fiziki aktivlik vacibdir. İdman qədər və hətta idmandan da artıq. Çünki fiziki aktivlik bilavasitə metabolizmi sürətləndirir. Metabolizm sürətləndiyi zaman bizim qidalı maddələri xərcləməyə əslində istəyimiz var. Xərcləmək səbəblərimiz var ki, biz onu xərcləyək. Biz universitetdə oxuyanda düşünürdük ki, 2000-ci illərdən sonra ciddi kalori problemi olacaq. İnsanlar kalori tapmaq üçün, nə bilim, bir-birlərini, nə bilim, yiyəcəklər hardan. Amma əksinə oldu. Əslində kalori problemi olmadı. Kalori yetəri qədər oldu. Vitamin, mineral yetməzliyi olan bir dövrə girdik və bu dövrə girdiyimizə görə də vitamin, mineral yetməzliyi ilə əlaqədar olan simptomatika ilə üz-üzəyik. Yəni, bunu da qarşısını almaq üçün tədbirlərimiz mütəmadi, sürəkli olması lazımdır. Yuxu qabiliyyəti, yuxu keyfiyyəti zaten bunun ilk simptomlarıdır. İş qabiliyyəti, iş keyfiyyəti, həzimlik, həzimsizlik və siz deyir ki, bir yerdə oxumuşdum, həkimlərə tövsiyə idi. Deyirdi ki, xəstənizə quş kimi baxmayın, quş baxışından baxın. Bir xəstənin sadəcə kənardan müşahidə eləyin, görün ki, onun həyat tərzi necədir, iş qabiliyyəti necədir, onun bütün olan funksionallığı. Biz seyirbaz deyilik ki, xüsusi bir şərbət verək, o içsin belə, yəni tamam bir həyat, mutlu bir, xoşbəxt bir həyat tərzi eləsin. Bizim əsas onun problemlərini, sağlamlıq problemlərini tapıb, iş qabiliyyətini yaxşılaşdırıb, ağırlaşmasının qarşısından alıb, düzgün yola yönəltməyimiz lazımdır. O məsəl üçün tövsiyə etmədiyimiz bir inancı falan ritualı varsa, ona da baskı etməyə, sən vegetariana çox da baskı eləyənməzsən ki, sən inancından dön falan, onun həyat tərzidir. Sən onu sadəcə yönəltmən lazımdır. Dediyim kimi, yəni bu yönəltməklə də Kababxana. Navigatoruna kababxana. Sual verim. Buyur. Qarın tibbi olaraq nə deməkdir, doktor? Əvvəl deyirdilər ki, bir ailədə kişi arıq nə idi o? Kişi arıq qadın kökdürsə onlar varlıdır, yoxsa əksinə? İndi necədir? Kişi arıq qadın kökdürsə onlar kasıbdır. Kişi kök qadın arıqdırsa onlar varlıdır. Bu qarın lazımdır bizə, yoxsa bizə lazım deyil. Bel çevrəsi. Əslində artıq çəki və metabolizmlə əlaqədar bir məsələ artıq çəkidirsə, digər bir məsələ bel çevrəsidir. Bel çevrəsi bizə lazım deyil. Bel çevrəsinin artması xəstəlik, risk faktorudur. Bel çevrəsi yediyimiz şəkərlərdir. Bir şəkildə orqanizmə girmiş şəkərlərdir, lüzumsuz yağlardır. Yəni bilirsiniz, yəni orqanizmimizə xüsusilə də daxil olması gərəkməyən yağlardır. Biz Azərbaycanda yaşayırıq, burada palma bitmir və bizim palma yağı yemək ehtiyacımız yoxdur.
nutrisioloqlar və idman blogerləri deyir ki, palma yağında göndərmişdim də sana heç bir sıxıntı yoxdur, yeyə bilərsiniz. Vallahi Araşdırmalar deyir ki, PubMed-də İndoneziyalılara xeyir. bəli. Amma mən burada yaşayıram, Abşeronda yaşayıram. Yeməm lazım. Mənim ölkəmə adam başı illik 6,4 statistika idarəsinin şeyidir, məlumatıdır. İllik sizə mən hər birimizin başına 6 kilo yarım palma yağı girir və biz onları bir şəkildə yeyirik. Ailəvi olaraq biz 5 nəfəri 30 kilo bizdə girir. Yəni biz ildə o qədər yeyirik bir şəkildə. Şirniyyatlarda, orada, burada, hardasa daxil olur. Və bu da bir şəkildə mənə lazımdır, boş üşürsüz. Bəlkə də xeyir deyə özünüzə qalsın. Kim yersə, özünə yesə də mənə lazımdır. Hə, fındıq yağı yeyə bilərəm. Fındıq yağı yeyə bilərəm. Nə gözəl. Zaqatala fındığı ən gözəl fındıqdır. Onun yağını yeyə bilərəm. Salatlara istifadə edə bilərəm. Bizim qozumuz çox gözəl. Azərbaycan cevizi çox gözəl qozdur. Məsələn, türk fındığından da bizim fındıq daha yaxşıdır. Türk cevizindən də daha yaxşıdır. Onu istifadə etməm lazım. Onu çiğ şəkildə istifadə etməm lazım. Yəni bu qida ritualları bizim xalqımızda var və Azərbaycan qədim bir xalqdır. Biz burada minilliklərdən çoxdur yaşayırıq və orada nənələrimiz, babalarımız deyiblər ki, bunu yeyin, biz də bunu yeyək də. Yaşayırlar da 90, 92, 90. Keçən dəfə bir şey vaxtı bir xəstəmə demişdi. Bir xəstəm demək 96 yaşlılığını qeyd edibdi. Kimsə qonaq gələnlərdən Allah sənə 100 il həyat versin deyibdi. Hirslənibdi ki, bu nə deməkdir? Mənə 100 il arzuma qarğış kimidir. Amma bizim hələ də 100 il yaşayan insanlarımız var, yəni. Başqa bir xəstəmə də demişdi ki, xəstəm gəlinini 60 neçə yaşında gəlini göndərmişdi ki, get Burzun yanına sənə baxsın. Ölüb eləyərsən mənə baxan olmaz. Təbrizin o kəndlərində zadında o qədər uzun yaşayırlar. Orada deyimlər var. Məsələn, filan kəs neçə yaşındadır? Üzə saymağı buraxıblar. Məsələn, qayıdıb deyir ki, Allahdan 1-2 yaş balacadır. Yəni o qədər şeylər var. Yəni uzun, çox uzun müddətli yaşayır bu adam. Yəni bizim predkilər, bizim əcdadlarımız yaşayıblar burada və sağlam da qidalanıblar. Biliblər nəyi yeyiblər, nəyi içiblər və bir də bilirsiniz, hormonal məsələ də önəmlidir. Bizim əcdadlarımız, kişilərimiz kişi idi, testosteronumuz aydındır da yəni. Yəni onların sözünün kəsəri var idi, daha testosteronluydular, istirik şeylər yox idi. Daha zəhimli idilər, daha dözümlü idilər. Fantastik araşdırmadır. Yəni məsələn, TSH ya da testosteronla sözün kəsərliliyi arasında böyük ehtimalla bir bağlantı var da. Zaten bir isterik bir şeyi varsa, onun estradiolu artıqdır da. Yəni yəni hər birimizin bədəndə həm kişi həm də qadın hormonlar var da. O spılçıtsa, nə bilim, bəzən danışanda səsinin belə zili bəmi çıxır, isterik. Deyirsən ki, nə həyasızlıq salmısan, hə? Nə həyasızlıq salmısan. Qadın hormonları çox ehtimal daha şeydir. Və ya əksi də ola bilər, məsəl üçün qadınlarda məsəl üçün hormonal dəyişikliklər ola bilər. Bunu da qidalanmamıza da bağlayırıq. Nə yeyiriksə oyuq da, qidalanmamıza, hormonlu qidalar, broilerlər falan filan. Yəni yemək ən vacib iş deyil. Yalnız yemək barədə düşünmürük. Yəni keçən bir dostum dedi ki, uzun müddətli görüşməyə planlayırıq. Gedək görüşək. Qaqan sənə bir dənə qulluq eləsin. Demə eləmə də, gəl gəzək. Qulluq eləmə mənə. Eləmə mənə. Gedək Ağşəhər bulvarında. Məsələn nə gözəl, Niyaməddin Musayev də orada gəzir. Bir çoxdur da Ağşəhər bulvarı, sanki Nazirlər Kabinetinin iclasıdır. Hamı orada gəzir. 3 kilometrdir bu arada uzunluğu. Yəni getdin, gəldin, deməli 6 kilometr bir şeyi alır. Çünki gəzmişəm onu bilirəm. Yəni gəl gəzək, mənə bir dənə kofe alarsan, çay alarsan, orada gəzək də. Həsəm də yəni zaten qaqan qonaqlıq verəndə yəni bir müəyyən məbləğ də olacaq. İstəmirəm də onu, amma sən məni oturub yedizdirəcəksən. Mən oradan çıxandan sonra sönmüş olacağam. Evə gedəcəm, uşağım qaçacaq yanıma, qucaqlayamayacağam. Çünki mən artıq lizmsuz, nə bilim, o palma yağlı falan, o nə bilim qaranlıq otaqlarda falan olan yeməkdən yeyəcəm. Ondan sonra gəzdi elədi, sonra yaxşı gəzdi. Demək, yaxşı gəzdi, pulun da cibimdə qaldı. Mənim 2 sualım qaldı, davam edeyim, sən Buyur, sualım varsa verin. Doktor, bir soyadınız hardandır, o maraqlıdır. İkincisi, niyə kitab yazmırsınız? Axı, bizim Azərbaycan dilində yaxşı elmi materiallarımız yoxdur. Həkimlərin indi artıq bu dünya, təəssüf ki deməyəcəm, yaxşıdır ki belədir. Yaxşı həkim olmaq artıq kifayət deyil də. Həm də yaxşı danışmaq və storyteller olmaq lazımdır. Məsələn, yaxşı memar artıq
çox da dəbdə deyil, həm də yaxşı hekayə danışa bilən bir memar olmaq lazımdır. Sizdə də bu Allah vergisi olaraq çox yaxşı hekayələşdirirsiniz də bir şey. Niyə kitab yazmırsınız? Biz niyə Amerikanının taxıl beynini oxuyub John'un Texasdakı Badımcan səyahətini oxumalıyıq, amma öz yurdumuzun həkimindən oxumamalıyıq bizə aid olan şeyləri? Əli bəy, niyə deyim sizə, Azərbaycanda belə biraz əlaqəsiz bir statistika deyəcəm. Bəlkə də nə bilim, razı olmayacaqsınız. Bizim ölkədə məsəl üçün mağazalarda müştərilər pilləkən varsa ora girmirlər. Pilləkənli mağazaya daha az girirlər. Ona görə də pilləkənsiz mağazinin qiyməti, kira haqqı daha üstündür. Mən məsəl üçün yazmışam, çox şey yazmışam. Daha çox insanlara çatdırmağım üçün daha çox yazıram, bir şəkildə yığıram, amma onu bizim cəmaət post oxumağı sevir. Facebookda, Instagramda bir post yazarsan onu oxusunlar. Amma o uzun müddət, məsələn biz podkast çəkdik. Məsələn biz bunu uzun paylaşdığımız zaman dinləyən insan sayısı daha azdır. Nəinki biz bunu xırda şeylərə bölüb paylaşsaq daha çoxdur. Bizə beyin takımı da lazımdır, amma biz cəmiyyəti sağaltmalıyıq. Cəmiyyəti sağaltmağımız üçün qısa şeylər deməliyik. İlk 3 dəqiqə məsəl üçün qulaq asdı. Bu getsin, bu danışır da, deyəcək, şey eləyəcək. Əslində ona görə də biraz məsəl üçün mövzuya biraz daha fərqli, nə biləm, gülürük, danışırıq ki, insanlarımız üçün biraz maraqlı olsun. Bizim insanlar çox da kitab oxumağı, uzun şeyləri dinləməyə çox da maraqlı deyillər. Təbii ki, istisnalar qaydaları pozmaz və biz sosializmə gedirdik. Yolda dedik ki, kapitalizmə gedəcək, komünizmə gedəcək. Yolda fikrimiz dəyişdik. Dedik, vəbşədə kapitalizmə gedirik. Fikrimiz dəyişmişik, kapitalizmə gedəcəkdik, gedə bilməmişik. Qalmışıq ortada. Hara gedirik bəllidir. Cəmiyyət hələ də bəllidir və cəmiyyəti idarə edən bir çox müəyyən resurslarda olan insanlar hələ də sosializmə gedən insanlardılar. Ortada qalıblar. Bizi gah ora çəkirlər, gah bura çəkirlər. Mövcud məsəl üçün durumları da görürsüz və biz məcbur Baron Münxhausen o şeyi var idi, deyir mən bir gün batırdım deyir suda və özümü saçımdan tutdum, qaldırdım. Biz gülərdik buna, gülərdik uşaq vaxtı. Mutsiki var idi da. Adam gülmək üçün deməyib bunu. Adam deyib ki, özünüzü sudan çıxardın. Siz özünüzü çıxartmazsanız heç kim çıxardamayacaq. Bəli. Mən əlini çıxartmalıyam, əli də Turalı çıxartmalıdır. Hətta imkan olsa mən də Turalı çıxartmalıyam, saç olmasa da. Amma yenə də lazımdır ki, biz bir-birimizi çıxardaq. Saç çəkdirmək lazımdır. Yox, mən belə deyəm. Məncə belə deyəm. Yəni istəyimiz odur ki, biz xalq olaraq, xalqımız çox gözəl xalqdır. Bu xalq çox yaxşı xalqdır. Həqiqətən. Yəni bu insanlar müharibədə də gördük, 44 günlükdə də gördük. İnsanlar daha nə etmədilər ki? İnsanlar bir-birinə dəstək oldular, insanlar orduya dəstək oldular. Bu xalq çox yaxşı xalqdır. Sadəcə olaraq doğru kanalizə eləmək lazımdır. Yaxşıları sevməliyik, çəkməliyik, pislərin pis olduğunu deməliyik. Deməyə bəzən qorxuruq, bəzən utanırıq, amma bizim vəzifəmiz cəmiyyəti çıxartmaqdır. Sizin elədiyiniz budur məsəl üçün. Bu podkastlar nə üçündür? Məsələn, yüzlərlə podkast çəkmisiniz, sayın bilmirəm mən məsələn nə qədərdir. Və bunlar hamısı cəmiyyəti çıxardıq cəmiyyəti, insanları. Çünki o nay raqqa çıxı və sarvılaxır bu şeylər yəni baxaq da 30 il bundan qabaq bizim qidalanma rituallarımız belə deyildi. Toy nə idi? Toy o idi ki, biz gedirdik, toyda 2 çeşid yemək var idi, yeyirdik, kişilər girirdi kişi toyxanasına, sıralar düzürdü, ölənə qədər oynayırdıq. Bəli. Partlayana qədər. Sağlamlıq idi da bu. İndiki toylar nədir? Xəstəlikdir. İndiki toylarda biz daha necə xəstələnə bilərəm? Gedim, nə gəldi, yeyim, gəlim. Üstəgəl səs-çikliliyi. Yəni səs-çikliliyi. Bəli. Canlı bir musiqi var idi və insanlar pozitiv üzərində idilər. Amma indi təbii ki, ancaq göstərək, aş gəlsin, nə bilim, nə gəlsin. Amma insanlar hamısı dəhlizdədir də. Heç kim içəridə oturmur axı səslər. Hamı dəhlizdədir, otururlar orada ki, bir-birlərini heç olmasa orada eşidirlər. Və özlərini göstərsinlər, sən bilirsən mən kiməm. Yəni hamı öz kimliyini falan bu şəkildə göstərməyə çalışsın. Amma bizim vəzifəmiz sizin elədiyiniz, yəni və həkimlərin elədiyi, müəllimlərin elədiyi cəmiyyətə sözü dinlənən insanların cəmiyyəti doğru yola kanalizə etməyimiz lazımdır və vacibdir.
və bunu da eləyirik. Yəni Allah utandırmasın və bizi düzgün yoldan uzaqlaşdırmasın ki. Soyadı bəs? Babam əslində Cənubi Azərbaycandan gəlibdi uşaq vaxtı. Ona görə də amma normalda yəni əslində Bakılıyam. Yəni buralıyıq, yəni buraya sahib olmağa çalışırıq, amma əslimi özümü Bakılı hiss edirəm çünki bir 400 ildir ki, burada yaşayırıq. Son sual verim. Buyur. Doktor, hardan başlayaq? Bax, mən özümü sağlam hiss etmirəm. Səhvimi də deyim, yuxu problemim var. Böyük ehtimal həyatımın sonuna qədər bunu həll edə bilməyəcəm, onu qəbullanmışam, yata bilmirəm. Amma Turalın bir ara bu bad yeməkləri, içməkləri mənə qəribə gəlirdi. İndi tuturam söhbəti ki, lazımdır artıq. Bədəni ölçməyi və s. Amma mən Azərbaycan ortalamasıyam da, xüsusilə işləyən, işlərinə saatla gedən insanların ortalamasıyam. Bəli. Biz ortalama holding işçiləri hardan başlayaq? Analizlərdənmi başlayaq? Həkimə getməkdənmi başlayaq? Bunun bir düsturu varmı? Birinci bilməliyəm mən kiməm. Mən Əli Xəyyamam. Mən birinci genetikamı tapdım ki, mənim irsiyyətimdə bu xəstəliklər var. Onu necə tapacam? Yəni əmilərin dayıdan soruşursa ki, soruşaraq. bizim nəslimiz nəyə meyllidir? Bəli. Kardiovaskular xəstəlikləri var, məsələn var axır. Ona görə ürək qan dövranı baxılır, bir qan verilir. Sonra qanda müəyyən qandakı olan bütün minerallara baxıla bilir. Ya dediyim kimi, ya normal yolla, ya da ki təbib yolu ilə. Çox rahatdır. Azərbaycanda hər şey əldə olur. Yəni A-dan Z-yə müəyyən qan dəyərləri baxılır, laxtalanma baxılır. Underground ya Azərbaycan hər şey. Allah çox şükür də, nə gözəl. Yuxumuz yoxdursa, təbii ki, səhər-səhər əzgin yuxudan durmuşuqsa, özümüzü yuxudan qaldıra bilmiriksə, demək ki, yatmamışıq, dərin yuxu fazası əldə edə bilmiriksə, bir metabolik pozğunluq var. Bir metabolizm dəyərləri dəyişibdir, minerallarımız yetərli qədər deyil. Bu məsələnin bu tərəfi. İkinci bir məsələ, qan dəyərlərim necədir? Mən o qan dəyərlərini əldə etməyim üçün, məsəl üçün, mən 47 yaşım var, az öncə dediyim, irsiyyətli diabet var, 42 yaşında infarktdan olmuş əmim var. Mən ürək qan dövranı xəstəliklərinə meylliyəm, omeqamı içirəm, kalsiumumu içirəm. Yuxum bəzən olmur, çünki çox düşünürəm, xəstəni düşünürəm, gecə işdə durub telefona baxıram ki, birdən hansısa xəstə bir şey olar, çünki yəni zəng eləyər, xəbər olmur. Gərgin bir tipəm. Yatanda melatoninimi atıram, yatıram, girməm lazımdır yuxuya. Dərin yuxuya girməliyəm ki, səhər-səhər çıxma yuxudan xəstəyə xoş gəlmisiniz deyəsən. Xəstə gəlir sənə öz dərdin deməyə, sən belə üstünə hirsli baxanda olmayacaq. Sən ona can demən lazım, əzizim deməm lazım, sənin nə şikayətin var, sən ona müsbətdən o qədər yanaşmalısan, hətta yenə də Qazaxlı gəlibsə Qazax ləhcəsindən, Talış gəlibsə Talış ləhcəsindən bir iki dənə ona gözəl bir şey demən lazımdır ki, o xəstə simptomun desin, sənə yanaşsın, desin ki, ellinmisən, mölüm deyib, o şikayətlərini desin və sən onu düzəldəsən. Mən dərin yuxuya girməsəm, bu olmayacaq. Melatoninimi atıram. Gün ərzində yeməyim gecikir, soyuq tər basırsa 5 dəqiqə fasilə verib bir çərəz falan bir şey yeyib özümə gəlməliyəm. Yox. Görürəm ki, çəkim də artır, həftədə bir neçə dəfə idman eləməliyəm. Nə etməliyəm? Görürəm ki, idman eləyə bilmirəm, imkanım yoxdur. Görüşlər arasında bir saat bufer qoyuram. Getdiyim məsələn, mən gəldim, 40 dəqiqə buradaydım. Siz gələnə qədər binanı fırlanırdım. Fırlandım, erkən gəldim, yürüyüşümü garantilədim ki, mən bugün 2000 addımı vurdum. Şəxsi bir biznes deməyək, bir planım var, həyat planım ki, ölməməm lazım. Çünki sağlam olmam lazım. Düşünürəm ki, insanlara deyəsən yararlıyam. Və bu yararlılığımı maksimum istifadə etməm lazımdır ki, insanlar yəni nə-nəysə kömək eləyim. Bu məsələnin bu tərəfi təbii ki, sizlər də hər kəs özünə bunu deməlidir ki, mənim həyat keyfiyyətim başdan dediyim kimi nəyi pisdir? Yuxum yaxşıdırmı? Qidalanmam. Qidalanma ağızda unutmalıyıq. Qəşkək bir dənə qaqandan oturaq söhbəti olmaması lazımdır. Və şək gedib bir böyük bir steak, well done bişmiş bir steak ayda bir yeyirəm, bir problem yoxdur. Məsəl üçün hamı gedir, məsəl üçün bizim evdə uşaqlar sushi yeməyə gedirlər. Məsəl üçün mən sushi çox sevəmirəm. Mən onu o düysün təsəvvür edirəm. Mən sushi olduğu yerdə o salmonu tək belə normal qızarmış yeyirəm. Çünki o daha sağlıqlıdır düşünürəm. Çünki oradakı o soslar falan, o yəni çəkmir məni. Çünki mənim zulal ehtiyacım daha çoxdur. Ödəmliyəm, bəzən xoruldamağa başlayıram falan. Bütün bu şeylər
Dediyimiz kimi özümüzdən çıxıb özümüzü müşahidə eləməliyik hissiyatımızı. Anormal dərəcədə dayanmadan nar yeyiriksə, demək ki, bizim nədəsə çatmır. Ya bəlkə dəmirdimi çatmır, bəlkə xromdumu çatmır. Nəsə bir şey çatmır ki, məni ona çəkir. Mən niyə görə benzin inəməyə başlayıram da? Bu anormal bir maniyadır, bu ola bilməz. Mən dayanmadan nar yeyirəmsə, ondan sonra mutlu oluram, xoşbəxt oluramsa, demək ki, orada olan bir şey var ki, məni ona çəkir və o qida ilə əlaqədar minerallar tapmadımsa, bol çeşidli bir mineral içirəm. Ki o, yəni biz hamısını analiz eləyə bilmərik, bu qədər imkanımız yoxdur. Yəni ki, hər bütün durub xromdan, wolf, nə bilim, biotin, hər şey elə biotin analiz qiyməti 200 manata yaxında, onu eləyə bilməyəcəm. Ondansa biotini biraz artıq içsəm bir ziyanı olmaz deyə düşünürəm. Bir ay içməklə onun yetməzliyi mənə verəcəyi bir sıxıntılar aradan qaldıra bilərəm. Yəni bu kimi şeylərdən qəlbimizi, özümüzü dinləməliyik və mən niyə beləyəm, niyə axşam olanda ayaqlarım gizildiyir, corab niyə sıxdı, onun xətti qaldı, bütün niyə görə tüküm tökülür, saçım tökülür, niyə görə kökəlirəm, niyə görə də ac olanda aqressivəm. Bu normal deyil. Xəstəyə deyirsən ki, məsələn, aclıq krizləriniz var, ac olanda, yəni evdə yemək, məsəl üçün, məndə insulin rezistentliyi var. Evdə yemək, mən ac gələndə dayanmadan yoldan zəif gəlirsən, çünki yeməyimə qoysunlar, mənə dəymək olmaz da. Aqressivəm, heç nə demək olmaz. Çünki parçalayacağam, hamısını parçalayacağam. O yeməyimi yanıma qoyub qaçırlar. 11 yaşında kimə çəkib? Yəni yeməyimi yanıma qoyub yedirtdikdən biraz da buğa bürüzəyəm, bir balaca. Mən yedirtmək lazımdır, da yatmağa qoymaq lazımdır. Məsələ budur ki, yəni özümüzü dinlədiyimiz zaman, öz bədənimizə qulaq asdığımız zaman qidalanma heç bir şəkildə ağız dadı deyildir. Qidalanma, qidalara qarşı olan meyllilik sizin bədəninizdə olan metabolizmin aynasıdır. Dərinizdə olan problemlər sizin metabolizminizin aynasıdır. Bu aynaya baxıb özünüzü görməyiniz lazımdır və özünüzü gördüyünüz zaman sağlam olacaqsınız. Təbii ki, stres məsələsi. Məsələn, Tural bəy çox düzəldir. Mən hirslənmirəm. Mən məsələn kortizolum 138-dir. Normal ən aşağı həddi 160-dır. Məndə 138-dir. Tamam, gözəl. Yəni ən çox stres aldığım yer, yəni bədən kortizolunun yüksəldiyi yer idmandır. Yəni high intensiv məşq etsən və ya nə bilim şey görərsəm, biraz əli olar. Pozmaq lazımdır. Müsbət mənada. Mən WUP-dan da istifadə edirəm. 535 gündür məndədir. Bütün datalarım var və datalarıma baxıram ki, mənim stres müddətim gün ərzində 24 saat ərzində mənim stres müddətim yalnız idmanda olduğum o 45 dəqiqə və ya 50 dəqiqə olan müddətdir. Digər hallarda özümdən çıxma halım ildə bir dəfə, o da yəqin ki, yığılır belə partlayır. İldə bir dəfə ola bilər və sonra digər hallarda belə şey eləmirəm. Yəni əsas kortizolum aşağıdır. Yoldaşım əsəbləşir. Mən sakit olduğuma, yəni Səma ona görə əsəbləşir ki, mən əsəbləşmirəm ki, sən necə adamsan və deyir ki, sənin atandan sənə keçən ən yaxşı xüsusiyyət sakitlikdir. Mənim də atam belə bir adamdır. Çox əsəbləşməz. Adətən nəsə desə, yaxşı olacaq deyir və salam keçir. Baxmayaraq ki, bizdə ailəvi nəsli olaraq ürək damar xəstəliklərinə meyil var. Mənim nənəm, ata nənəm şəkər xəstəsi olub, şəkəri olub. Əmim yenə də ürək damar xəstəliyindən rəhmətə gedib, şəkəri olub. Yəni bu bizdə meyillikdir. Yəni əslində siz danışırsınız, mən orada bir paralel aparıram ki, mən onlarda görürəm ki, bu var. Məsələn, mən içki içmirəm. Mənim atam əvvəllər içən olub, Qazaxlılar hamısı içən olub. Mənim rəhmətli nənəm tut arağı və zoğal arağının rəsmi istehsalçısı idi. Vergilər gələcək. İstehsalçısı və təchizatçısı idi. Yəni kəndlərə gedirdi, iri şüşələrdə gedirdi və s. Bibim rəhmətli Gürcüstanda ərdə olub. Orada da şərab, içki və böyük yəni qida şeyləri olub. Bu mənim həyatıma 35 yaşıma qədər pis təsir edənə görə mən onu dəyişmək məcburiyyətində qalmışam. Amma kortizolun aşağı olması, yəni biraz narahat idim ki, doğrudan niyə aşağıdır? Çünki bu boyda stresin içərisində aşağı, amma bir tərəfdən də görsən ki, əslində aşağı olmağı çox yaxşıdır. ChatGPT-yə şey verdim, sorğu verdim. 140 il yaşamaq üçün nə etmək lazımdır? O da yazdı ki, xroniki stressdən azad olmaq lazımdır və s. Xroniki stress də asan deyil də. Mən məsələn pasientlərə hər zaman dediyim bir əsas cümlə var. Məsələn, çox stres olan falan bütün günü dayanmadan oturur. Məsələn, telefondakı filan kəs getdi. Bayırda maşın siqnal verir. Ambulans keçib uşaqların hamısını bir-bir yığır ki, görsən bu uşaqlarını aparmadılar. Yəni siz Allah deyilsiniz. Siz cəmiyyəti hər şeyi düzəldəcək deyilsiniz.
Siz sadəcə yön verib kənarda müşahidə etməyə çalışmanız lazımdır. Stress əslində kortizol artıqlığı, bir avasitə karbohidrat, zolal, yağ metabolizmasının hamısını təsir edir. Qarın da biraz əslində kortizolla əlaqədardır. Yəni bilirsiniz, atalarımız çox atalar sözləri var. Kişi qarınlı olar falan falan. Bu kimi şeylər hər zaman şey deyil, yəni keçərli deyil. Müdafiə qalasıdır məsələn deyirlər ki, bu müdafiə qalası. Deyil təbii ki. İlk dəfə eşidirəm. Sumo bizdə yayınlayan idmanlar var. Yayınlayan idmanında. Bizim sumo güləşçimiz var ya. Var, Finkada gəzirlər. Göbək sumoçu olar. Göbək qürur bir olub deyərsində. Məsələn mən qədim Azərbaycanlılar, qədim o türklərə baxanda onlar da belə kök falan, belə hətta qadınlar da daha şey olubdu bəlkə də. Amma onlar bizim dövrdə yaşamayıblar da. Onlar bizim yediklərimizi yeməyiblər, onlar bizim içdiklərimizi içməyiblər, onlar bizim stressimizi yaşamayıblar. Onlar məsəl üçün Məmməd ağa Həsən ağaya söz demək üçün dururdu. Avtobusda, taksidə qapıya gəlmirdi, gedirdi, 5 kilometr gedirdi. Həsən ağaya bir dənə salam deyirdi, necəsən deyirdi, gəlirdi. Bu bir dövr idi və başqa heç bir şey yox idi. Yəni heç bir stressi də yox idi. Amma stres dediyiniz kimi Tural bəy çox vacib olan nüansdır və biz həyatda dəyişə bilməyəcəyik. Və bir də biz necə edirik? Biz məsəl üçün Tural gəlir deyir ki, sən bu qəhvəni mənə verə bilərsən? Biz demirik ki, yox. Bəzi aqressivlə verə bilmərəm deyib keçmirik. Biz məsələnin içinə giririk, yaşayırıq. Sən niyə mənə bunu dedin falan. Bu dərin bir, sanki bir travmatik bir cəmiyyətimiz var. Və bu da mən düşünürəm ki, o cəmiyyət yönəlməsindəndir. Yəni gəldik, kapitalizmə gedəcəkdik, gedə bilmirik. Aydın cəmiyyət üçün aydın hədəf yoxdur. Biz sona qədər ideologiyamız nədir bilmirik. Sona qədər doğru buyurursunuz, hansı istiqamətə gedəcəyimizi bilmirik. Dövlət büdcəsindən ən yuxarı pay Qafqazda sosial ayırmalar Azərbaycandadır. Amma bütün iqtisadçılar deyirlər ki, bu doğru deyil. Yəni insanlar işləməlidirlər, onlar hazır müavinət alacağam, edəcəm, etməməlidirlər. Mən son dövrlər müşahidələrimdir. Bu mənim şəxsi müşahidəmdir. Yanıla bilərəm, amma izləyicilərimiz öz ətraflarında da müşahidə etsalar görə bilərlər. Cavan uşaqların 18-25 yaşına qədər insanların öz analarının və ya atalarının pensiyası ilə həyatlarını təmin etdiyini müşahidə edirəm. Yəni oturub anasının pensiyasına işləmir, eləmir. Mən ictimaiyə bir görsən maşını saxlayıram, ayaqla gəzə-gəzə gedirəm. Metronun inşaatçılar stansiyasının ətrafında o adamları çox görürəm. Anasının pensiyası, ana pensiyanı aldığın o durur ki, o pensiyadan özünə şey götürsün. Mən o 19-20 yaşım var sən. Yəni daşa ata bilərsən də. Yəni bu sosial ayırmalar, mən əhalinin həssas qrupunu çıxıram. Yəni təqaüdçiləri və xüsusi xəstəlikləri ilə olan müavinətləri alan adamları çıxıram. Yerdə qadan adamlar gedib işləməlidirlər. Bu qədər yardım ayırmamalıdır insanlara. Mən məsələn bir misal deyim, bayaqlar gələndə girişdə ayaqüstü söhbət elədik. Mən həkiməm, səhər-səhər işə gedirəm. Səhər-səhər məsəl üçün radiolarda və axşam evə gedəndə radiolarda məsəl üçün proqramlar var. Mən normalda hər ay bir 150-200 manat civarında onlardan hədiyyə qazanıram. Hər ay qazanıram və bəzən 100 manat olur və ya nə isə başqa bir şey olur və mən illərdir bunu, mən yolda gəlirəm, məsəl üçün bir viktorinadır, yəni hər birisinə də çıxmışam, düzdür, ad familiya biraz dəyişik ad familiya istifadə edirəm, çünki burzu deyən kimi sırada çıxır, yəni istifadə edirəm, yəni mənə mane deyil, məsəl üçün Netflix-i evə təzə qoşmuşam, ondan qabaq bir başqa bir şey var idi, onu da radioda qazanmışdım, 1 illik bir abunəçiliyi var idi, uşaqlar soruşurlar ki, ata, onun bir də nə vaxt qazanacaqsan? Mənim imkanım var onu almağa. Amma biraz daha oxuyub, biraz daha işləyib, nələrsə elədinsə, yəni dediyim kimi bizim xalq bizi sevir. Yəni bizi ona nəsə elədinsə, səni məsəl üçün bir ölkədə girən bir sərhədçi xoş gəldin doktor deyir və bir yol polisi saxlayır. Hə doktor salam əleykum, bağışlayın falan filan deyib yola salır. O xırda bir səxavətini, ona qarşı sayğını bir şəkildə izah edir, yəni o sənə qarşılığını verir. Yəni inandırım ki, eləyir və biraz sadəcə xidmət şuurlu olmaq lazımdır. Xidmət görmək tələbində deyil. İnsanlar xidmət eləsən, yəni nələrsə əldə eləyəcəksən və siz yəni sadəcə oturub çox gözəldir. Yəni sosial müavinət gözləyib, pensiya gözləyim ki, yəni o gələcək və mən yaşayacağam. Hansı kişiliyə, hansı oğlanlığa, hansı yəni insanlığa, fərasətə yaraşır? Təbii ki, aydın deyil. Yəni hər kəs də hazır çox böyük məbləğdə pullar istəyir ki, yəni
bəlkə də karyerası olacaqdı onun bir səmimiyyətindən. Kiməsə çox gülərüzlə salam desə, məsəl üçün Əli bəy görək ki, o çox yaxşı gülərüz uşaqdır. Bunu gətirək, burada işləsin, bir yaxşı bir maaş da verək. O perspektivdə yaxşı əlaqələr yaratmaq lazımdır. İndiki valyuta əslində yaxşı əlaqələrdir. Doktor, gəldiyinizə görə təşəkkür edirik. Çox sağ olun. Minnətdarıq. Çox xoş oldu və inanıram ki, çox faydalı və maraqlı söhbətimiz oldu. Estağfurullah, mən təşəkkür edirəm. Sizin kimi gənclərin, gənc deyə bilirik də, hə? Əlbəttə. Sizin kimi gənclərin Azərbaycanda gənc yaşın 45-ə qaldı. Dünyada BMT gənc yaşın 45-ə qaldı. Sizin kimi gənclərlə söhbət etmək həqiqətən çox ləzzət elədi. İnşallah yararlı olduq sizlərə və ya insanlara. İnşallah hər kəs daha sağlam olar və sağlamlığı haqq edirik. Çünki biz Qafqazın ən sevilən xalqıyıq və özümüzü sevməliyik, özümüzə dəyər verməliyik. Son da bir şey deyim, məsələn, nənəmlərimiz bəlkə də şokoladı qonağa saxlayırdı. Amma artıq yəni yaxşısını özümüzə eləməyimizin zamanıdır. Özümüzü düşünək, öz sağlamlığımıza baxaq. Nağılı belə birini sabaha saxlayırdı ki, hamısını desəm nağıl qalmaz sabaha. Təşəkkürlər. Çox sağ olun. Xeyirli günlər inşallah. Sağ olun.